Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Bakı vaxtı ilə saat 15-dir. Dünya televiziyasının efirində bu saatlarda üz-üzə proqramı geniş tamaşaçı auditoriyasına təqdim olunur. Efirimiz canlıdır. Siz bizi canlı izləyirsiniz və hər birinizə də təşəkkür edirik ki, məhz bu saatlarda Dünya televiziyasının efirində gedən üz-üzə proqramına baxırsınız. Onu söyləyim ki, ümumiyyətlə Dünya televiziyasına olan maraq göz önündədir. Bizə dünyanın bir çox ölkələrindən zənglər gəlir və efirlərimizlə bağlı öz fikirlərini bildirirlər. Yəni, tək söhbət üz-üzə proqramından getmir. Ümumiyyətlə, Dünya televiziyasında gedən, biri-birindən maraqlı olan və müxtəlif mövzularda olan proqramlardan gedir. Hər birinizə təşəkkür edirik. Çox sağ olun bu diqqətə görə. Bu göstərdiyiniz marağa görə nə yaxşı ki varsınız. Qeyd edim ki, dünyanın dörd bir tərəfindən bizi izləyirlər və dörd bir tərəfindən də biz zənglər alırıq. Minnətdaram sizə. Hörmətli izləyicilərimiz, beləliklə bugünkü proqramımızı açıq elan edirik. Onu da söyləyim ki, bizim qaynar xəttimiz var. Qaynar xəttinə aid olan nömrəmiz var 055 294 45 41. Təkrar edirəm 055 294 45 41. Bu nömrənin WhatsApp-ı da var. WhatsApp-da aktivdir. Onu söyləyim, əgər siz SMS göndərsəniz, yəni yazılı şəkildə və yaxud səslə göndərsəniz, 24 saat WhatsApp-ımız aktivdir. Əgər zəng etmək istəyirsinizsə, sizdən xahiş edirik, səhər saat 9-dan axşam saat 21-ə qədər zəng edə bilərsiniz. Həmin saatlarda telefon aktiv olacaq. Yəni, nəzərinizə çatdırmaq istərdim ki, bu telefonlara cavab verən şəxs də ailəsinə vaxt ayırmalıdır. Ona görə də səhər 9-dan axşam saat 21-ə qədər zəng edə bilərsiniz. Beləliklə, bugünkü proqramımızı açıq elan edirəm və söyləyirəm, biz başladıq. Onu da söyləyim ki, bugün biz çox gözəl bir mövzu ətrafında danışacağıq. Şəxsən mənim üçün də maraqlı bir mövzudur. Bütün mövzular maraqlıdır. Amma bu mövzu elədir ki, bu hər birimizə aiddir. Böyükdən kiçiyə. Bugün biz böyüklərimizdən danışacağıq. Yaşlı nəsildən danışacağıq. Ona olan sevgidən danışacağıq. Tənha analarımızdan, atalarımızdan danışacağıq. Unudulan valideynlərdən danışacağıq və eyni zamanda qanun bununla bağlı nə deyir, bu barədə danışacağıq. Qonaqları sizə təqdim edim. Öncə salamlayıram hər birinizi. Çox sağ olun. Təşəkkür edirəm ki, gəldiniz. Minnətdaram sizə. Və öncə Aynur xanımı təqdim edim. Aynur xanımla biz artıq neçə illərdir ki, tanışıq, münasibətlərimiz var. Onu da söyləyim ki, tədbirlərdə tez-tez görüşürük. Çox sağ olun. Amma bugün biz ahıllardan, yaşlı nəsildən danışırıqsa, düşündüm ki, Aynur xanımı da dəvət edim. Çox sağ olun, təşəkkür edirik. Niyə Aynur xanımı dəvət etdim? Təqdimatdan artıq biləcəksiniz. Aynur Zülfüqarova. Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək İctimai Birliyinin sədridir Aynur xanım. Nəzərinizə çatdırım ki, pedaqogika üzrə fəlsəfə doktorudur, tərəqqi medalı almış ziyalımızdır və bir məsələni də qeyd edim. Aynur xanım Binəqədi rayon Ahıllar Mərkəzinin rəhbəridir. Xoş gördük sizi. Təşəkkür edirəm ki, gəldiniz. Çox sağ olun Könül xanım. Biz də sizə təşəkkür edirik. Həqiqətən də Dünya TV bütün dünyada bizim Azərbaycanı təmsil edir və dünyada sevilirsiniz. Həm kanalınız, həm özünüz. Vaqt tərəfindən də sevilirsiniz. Çox sağ olun bugün bizi belə bir aktual mövzu üçün çağırmışsınız. Bu bizim dövrün, zamanın, demək olar bu dəqiqə ən gündəmdə olan bir məsələlərindən biridir. Yaşlılara hörmət, qayğı, ehtiramı hər birimizin borcumuzdur ki, və bunu biz gələcək nəsillərə ötürək və onların həyata inteqrasiyasını təmin edək. Təşəkkürlər. Söhbətimizi davam etdirəcəyik. Zaur, dostumuz Zaur da buradadır. Zaur Quliyev, hüquqşünas, mediator qeyd etdim axı. Bugün biz eyni zamanda qanun nə deyir, bu məsələlərə də toxunacağıq. Zaur, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm, lap əlayam. Həmişə bu proqramda əla oluram mən. Çünki burada biz şousuz vətəndaşlarımızın məhz hüquqi maarifləndirilməsi, aktual mövzuların istəyir ictimai, istəyir sosial, istəyirsə də hüquqi tərəfdən müzakirəsini aparırıq və təəssüf ki, cəmiyyətdə bəzi hallarda hüquqlar, vəzifələr bilinmir.
bilinsə də onlar bəzi hallarda qarışdırılır, amma biz bu proqramda hüquqla vəzifənin izahını, fərqini izah eləyirik ki, bu da cəmiyyətimizin daha da inkişafına hesab edirəm ki, xidmət edir. Buna görə mən sizə və Dünya Televiziyasına təşəkkür edirəm. Söhbətimizə başlayaq dostlar. Başlayaq. Buyurun. Başlayırıq. Demək belə, qeyd etdiyim kimi bugün biz ahıllardan danışacağıq. Proqramın əvvəlində də dedim, qanun bizə nə deyir? Məhz o kateqoriyadan olan insanlarla bağlı bu mövzuya toxunacağıq. Gəlin, öncə belə bir sual verim sizə. Hər ikiniz cavablandırın, xahiş edirəm. Ümumiyyətlə, hər zaman biz böyüklərimizdən eşitmişik. Mən hər zaman deyirəm ki, Azərbaycan xalqının xarakterinə xas olan xüsusi bir, belə deyək də, xüsusiyyətlər var da. Azərbaycanlılar fərqli olurlar. Valla mən belə düşünürəm. Yəni bir çox ölkələrdə olmuşam, orada olan yaşlılara olan münasibəti də görüm. Demirəm pisdir. Demirəm, əstəğfurullah. Demirəm. Sadəcə olaraq bizim xarakterimizə aid olan xüsusiyyətlər var. Millət olaraq. Biz hər zaman o yaşlını görəndə özümüzü yığışdırırıq. İçəri daxil olursa ayağa qalxırıq. Bu artıq bizim xarakterimizdədir. Məsəl üçün, ictimai nəqliyyat. Zaur müəllim, ictimai nəqliyyat siz də istifadə edirsiniz, mən də istifadə edirəm. Avtomobilimiz olsa da, olmasa da istərsiniz istifadə edirik. Metroya da minirik, avtobusa da minirik və nə görürük? Yaşlı gələn kimi qalxır. Hətta, üzr istəyirəm, hamilə qadın, gənc ana olanda belə ayağa qalxır, ona yer verir. Bu bizim xarakterimizə qopmuş qanımızdadır, mən deyirəm. Yəni bunu bizə hətta hesab edirəm ki, öyrətmirlər. Öyrətmirlər, düzdür. Bu artıq bizdə milli mənəvi dəyərlərimizə, o genetik kodumuza hesab edirəm, oturub. Bax, hətta bir məsələyə də toxunmaq istədim. Bir dəfə başqa bir ölkədə idim və ictimai nəqliyyatdan istifadə elədim. İctimai nəqliyyatda biraz sıxlıq var idi. Çox da yox, sadəcə olaraq oturacaqlar dolu idi. Yaşlı bir nəsil gəldi, nəslinin bir qadın gəldi, nümayəndəsi gəldi, qadın. Demək, bir xanım, cavan adamdır. Oturub və bu yerdə 2 nəfərlikdir də. Orada bazarlıq eləyib, nəsə bunun çantasında var, onu da ora qoyub. Və belə, mən də baxıram ki, bu yaşlı qadındır da. Və yavaş-yavaş belə ona işarə elədim ki, yaşlı qadındır da. Onu götürün, qoy əyləşsin. Demirəm ki, onu götür, mən əyləşim. Deyirəm, onu götürün, xanım əyləşsin. Yaşlı qadındır. Mənə nə desə yaxşıdır. Mən bu yerə pul vermişəm. Mən bu yerə pulumu vermişəm ki, əşyamı qoyum, çantamı qoyum. Amma gəlin, bir sual verim, bizdə belə hal olardımı? Mən heç vaxt inanmıram. Heç vaxt. Yox, bizdə əksinə bu günlərdə mən ictimai nəqliyyatdan istifadə edəndə görürəm, nəinki böyüklərə yer vermək, hətta böyüklərin yerinə bəzən görürsən, o indi də ödəniş kartla olub, nə bilim, telefon vasitəsilə onlayn olub deyə. Ödənişlər də ödəyənlər olur ki, bu adama çox xoş gəlir. Əlbəttə, çox sevindirici haldır ki, nəinki ki, bu bizdə yaşayır. Yəni öz millətinin nümayəndəsi, öz millətinin gənci görürsən ki, bax bu addımları atır, cavan adam. Yəni söhbət 18-20 yaşdan da getmir, 15 yaşdan da getmir. Belə 40-50 görür ki, özündən bir 5 yaş böyük adam gəlir, qalxır. Düzdür, xanımlara da xüsusi diqqət göstərilir. Yəni qadınlar üçün də durur. Amma mən nəyi bəyənmirəm? İcazə verin deyim. Özüm də avtobusda, ictimai nəqliyyatda, xüsusilə avtobusda rastlaşdığım haldır bir neçə il öncə və belə hallar ara sıra rast gəlirəm. Bir halda ki, ictimai nəqliyyatdan danışdıq. Bəli. Deməli, gördüm ki, bir qadın gəldi, yanında da bir yetkin oğlan uşağı. Olardı 12-13 yaşında oğlan uşağı. Mən durdum yerimi, mən tək nəfərli yerdə oturmuşdum. Mən durdum yerimi qadına verdim. Qadın oğlunu otuzdurdu ora, o 12-13 yaşında. Bax, mən onun əleyhinəyəm. Otuzdurdu. Mən oğlanın belə çiyinlərindən bir qayğıkeşcəsinə tutdum. Dedim ki, qaqış, qoy anan otursun. Dedi, yox, qoy elə oğlum otursun. Dedim ki, nəsə narahatçılığı var. Bəli, sağlamlığına bağlı ola bilər nəsə bir məsələ. Nəsə narahatçılığı var. Maşallah, sağlam uşaqdır belə də ki, indi anadır da, inciyər bəlkə heç varsa da dilə gətirmək istəmir. Deyir, yox, qoy oğlum otursun. Dedim, qaqış, bir dənə icazə ver, zəhmət olmasa.
Qaqaş da indi uşaqdır da, istər-istəməz mən böyük deyəndə durdu. Özüm oturdum. Dedim, vallahi yəqin mənim də anam burada olsa məni otuzdurardı. Mən özüm oturum. Yenə ürəyim dözmədi. Dedim, ay bacı, gəl otur. Sabahları dedim, sinəvə bək-bək döyüb deyəcəksən ki, mən Azərbaycan üçün əskər yetişdirirəm. Azərbaycana bu cür əskər lazım deyil. Azərbaycana, anasına və anası yaşda olan qadınlara yer verə biləcək əskər lazımdır. Bax, bu məsələyə çox gözəl. Həqiqətən çox Bəli, bu məsələyə əleyhinəyəm. mən bunu da münasibət dəstəkləyirəm. Nəyə görə? Eyni hadisə mənim də başıma gəlir, bir çoxlarımızın başına gəlir. Misal üçün yer veririk, əyləşin. O özü oturmur. Misal üçün uşağı otuzdurur, nəvəsini otuzdurur və yenə də ayaq üstə qalır və gözləyir ki, kimsə dursun, ona da yer versin. Bilirsiniz, əgər sizə yer verirlərsə, ona yer verin, lazım olanda uşağa da yer verəcəklər. Fakt böyüyə yer verir də, düzdürmü? Gülhan xanım, burada bir haşiyə çıxmaq istəyirəm. Zahir müəllim, çox düzgün buyurursunuz hər ikiniz. Bu bizim hamımızın gündəlik gördüyümüz bir nəticədir. Baxın, bu da bir valideyn, bu da bizim Azərbaycandadır. Bizdə mental dəyərlərimiz doğrudan da yer verilir. Hətta yer verilmədən əvvəl gənclərimiz əlində hər hansı bir yükü varsa alır, qaldırır, verir. Ana hansı yaşda olursa olsun, övladına, mənim anam mənə istəyər ki, mən oturum. O da bəlkə bizim Azərbaycan analarının bir qayğı keçdiyidir. Mənim anam istəyər ki, yer verilir. Mənə deyir, sən otur. Deyirəm, ay mama necə? Sənə yer verilir. Ana. Yəni, bəlkə də bu da bizim Azərbaycan xanımlarımızın, analarımızın dediyi mental dəyərlərimiz. Bax, o mental dəyərlərin içərisində bu da var. Böyüklərimiz, bəlkə ananın gözündə övlad, bəlkə də hər hansı bir qüsuru var. Məsələn, mən də ona görə dedim ki, yəqin mənim də anam burada olsaydı, məni otuzdurardı ki, bala sən otur, ona görə qoy mən otur, amma yenə ürəyim. Halın şahidi oldum. Deməli, oğlan şəkərli diabetdən əziyyət çəkirmiş, şəkər xəstəsiymiş, mən bilmirəm. Oğlan olar bir 16 yaşı, anasına yer verildi, anası övladını otuzdurdu. Və bu birazdan keçəndən sonra metroda oldu bu hadisə, qınaq obyektinə çevrildi. O oradan dedi ki, biz sizə yer veririk, siz 16 yaşında. Oğlan da ki, maşallah, canlı cəsədli bir oğlandır. Sonra bir 5 dəqiqədən sonra o insulinin çıxartdı, iynəsini vururmuş, əsirmiş, ayaq üstə dura bilmirmiş. Belə bir məqamlar da olur. Bizim görmədiyimiz bir məqamlar var. Ana bir kəlmə demədi ki, kənardakılara ki, xəstədir, bu səbəbdən heç nə demədi. Elə hamı ona dedi, bu da durub baxır. Bir də 2-3 dəqiqədən sonra gördü uşaq öz-özünə. Bilirsiniz niyə? Burada da bir başqa mövzudur. Biz bunu tez-tez müzakirə edirik, hesab edirəm burada. Bəzən uşaqların xəstəliyinə görə valideynlər utanırlar və bunu dilə gətirməkdən çəkinirlər. Amma əksinə, belə olan halda bundan utanmaq yox, dilə gətirmək lazımdır ki, heç kim də qınamasın. Yəni, amma bu səbəbdən də məhz o türklər deyir, ön yargılı olmaq olmaz da, yəni bilmədən də qınamaq olmaz. Biraz kənara, ahıllardan, yaşlılardan keçdik kənara. Bizim Mingəçevir şəhərində, mənim özüm rəhbərliyimiz altında reabilitasiya mərkəzimiz var. 18 yaşına qədər uşaqların. Orada valideynlər var ki, autizmli uşaq, Down sindromudur məsələn. Biz onları orada ödənişsiz müalicə elətdirmək üçün onlardan sənədi istəyəndə deyir ki, mən qeydiyyata saldırmamışam. Niyə ayana? Deyir, bəs bunun gələcəyi? Gələcəkdə iş tapa bilməz. Fakt ağır autizm sindromu var. Down sindromu var. Ay ana, sən bunun müalicəsi üçün indi addım atmalısın. Sən onun gələcəyini düşünürsən. Belə bizim biraz valideynlərimizə və yaxud da görürsə oğlu bir narkomaniya ilə bağlı nəyəsə qurşanıb gizlədir və bunun gələcəkdə oğluma qız verməzlər filan. Bunların hamısı bizim yəqin ki, yaşlı nəsildən ötürülmə. Yaşlı nəsildən danışırıq. Bir də bir məsələyə də toxunum. Əgər biz nəqliyyatdan danışırıqsa, bir məsələyə də toxunum. Bir də görürsünüz ki, misal üçün avtobusda, metroda yaşlı nəslin nümayəndəsi daxil olur. İndi orada da yaşlı da olmasa orta nəslin nümayəndəsi var və yaxud bir nəfər cavan var. Ola bilər o sizin sözünüzə qüvvət. İnsandır, səhhətində problem var və yaxud olur da işdən gəlirlər, gecələr işləyirlər, səhərlər evlərinə qayıdırlar, yuxuludular.
onları da başa düşmək lazımdır. Və yaxud görmür, yuxuluyur, Növbədə qalıb axşam, növbədə qalıb. Ola bilər ki, insan da bunu da başa düşmək olar. Bir də görürsünüz həmin an, həmin yaşın nəsil nümayəndəsi deyir, görmürsən, bala dur, mən gəlmişəm, dur, mən... Bax, bu da yaxşı bir şey deyil. Biz bilmirik Pərt eləmək olmaz, yəni böyüsüz, əksinə siz elə böyülük eləyin, qoy elə siz dayanın, əgər o adam sağlamdırsa, oturubsa, onda öz çiyinlərinə günahları toplayır. Yox, əgər bəlkə onun da problemi var. Yəni bunu da nəzərə almaq lazım. Çox belə bir şey də var. Deməli, mən bu balansı qorumaq lazım. Mən bu yaxınlarda belə bir halın şahidi oldum. Biz burada təcrübələr əsaslanaraq danışırıq. Həqiqətən də belə bir var idi. Cavan oğlan 80 yaşında xanıma yer vermirdi. Düz 199 sayılı marşrutdan söhbət gedir, Xırdalana gedən marşrutdan, Ayna Sultanovadan Xırdalanacan, o xanım onun başının üstə durdu və həmin oğlan, biz Azərbaycanda yox, xarici ölkədə yaşayırmış, Azərbaycana qonaq gəlib və o dedi ki, bu birdən Azərbaycanda görsənib, mən niyə durub yer verməliyim, oturmaq mənim haqqımdır. İnanın, bu da adamı yaralayır. Nə sən xəstəsən, düz axır nöqtəyə qədər o yaşlı adam, yəni elə bir vəziyyət idi ki, oradan tərpənib başqa yerə də keçə bilmirdi. Dedi, bir dənə bu sizdə görsəm, öz Azərbaycanlı ola. Yəni o sevirəm bizim mental dəyərlərimizi. Mən söylədim, hər bir millətin xarakterinə xas olan xüsusiyyətlər var. Bax, sizin söylədiyiniz sözə bax, qüvvət olaraq, həqiqətən də insan Azərbaycanlıdır, amma ölkədən kənarda yaşayıb, artıq bizim dəyərləri unudur. Burada nümunə məsələsi var. Ona görə də həmişə valideyn uşağı necə olmaq istəyirsə, əvvəlcə özü elə olmalıdır ki, o nümunə əsasında onu ötürə bilsin də. Biz nə görürük, misal üçün, adətən ailə dəyərindən, ailədən, yaşlıdan danışırıqsa, biz nə görmüşük ailədə? Mən həmişə görmüşəm ki, mənim babam evə girəndə, nənəm qalxdı ayağa, atam qalxdı ayağa, anam qalxdı ayağa, mən də qalxdım. Atam evə girdi, anam qalxdı ayağa, mən də, bacım da qalxdıq. Sonradan biz ailə qurduq, biz də ailəmizdə eyni halı tətbiq elədik ki, övladlarımız da eyni halı tətbiq eləsin. Amma çox təəssüf ki, son dövrlərdə natamam ailələrin sayı artır. Natamam ailələrin sayı artdığı üçün qadın-kişi modelləri obraz olaraq uşaqların gözündə formalaşmır. Və bu səbəbdən də çox təəssüf ki, artıq bizə xas olmayan, bəzən qonşu ölkələrə xas olan hallarda bizdə yaşana bilir. Gönül xanım mövzunu təqdim eləyəndə mən nə xatırladım? Mən xatırladım ki, əvvəllər biz eşidərdik ki, bir yaşlı deyək də adam evində ölüb tapıldı. Və avtomatik olaraq biz bunu adamı qeyri-millətdən düşünürdük. Xatırlayın, bir qədər nə bilim əvvəlki uşaqlığımız illərimizə qeyri-millətdən düşünürdük. Biz əmin idik ki, o bizim millətdən deyil. Amma çox təəssüf ki, son dövrlər, hətta mənim icraatımda bir iş var idi, vərəsəli ilə bağlı iş idi. Orada mən buna lap yaxından şahid oldum ki, bir yaşlı nənə evində tək yaşayırdı və həmin evdə də rəhmətə gedib, dünyasını dəyişmişdi. Qonşular bu barədə onun oğluna məlumat vermişdi və gedişatda məlum olmuşdu ki, nənə də dünyasını dəyişməmişdən qabaq həmin evi öz oğlunun qızına hədiyyə eləyibmiş. Heç bunu oğlu da bilməyibmiş. İnanın, vərəsələr arasında çox böyük bir problem, nə bilim, mübahisə yaranmışdı. Dəhşət ondan ibarət ki, nənə yaxşı bilirmiş ki, onun övladlarında o vəfa yoxdur. Yəni, nənəni ola bilər, hansısa səbəbdən bəlkə sən ayrı yaşayasan ki, bu da 100-də 1, 1000-də 1, nə bilim, bəlkə 100.000-də 1 olası haldır ki, yaşda atanın səndən ayrı yaşasın. Qızın səhv eləməmsə 25-26 yaşı var idi. O qız əgər onlarda vəfa yox idursa, ən azından o qız nəvəsi nənə tək. Mən sizə bir söz deyim. Mən sizə bir söz deyim. Bayaqları Zaur müəllim qeyd elədi. Yəni babam gördü, babam elədi, atam gördü, atam elədi, mən gördüm. Bax, burada bir sual verəcəm. Məgər sizdə valideynlər demişdi ki, ata gələndə durasan ayağa? Yox, bizə demirdilər. Çünki biz bunu görmüşük. Nəsildən nəsil ötürülüb. Yəni, düzdür, söz gəlişi valideyn deyə bilər. Amma ki,
dərs kimi bunu keçirilməyib də bizə ki, durmalısan ayağa, mütləq durmalısan. Yox, bu buradan gəlməlidir, içdən gəlməlidir və bunu biz görə-görə görmüşük, Müşahidələr əsasında, yaşamışıq, bəli. görmüşük və öz həyatımızda da bunu realizə eləyirik. Və o fikrə mən öz fikrimi bildirdim, müdaxiləmə etdim. İndi isə keçək məhz bu mövzumuza. Biz ata-babalarımızdan nə eşitmişik? Deyirlər, Allah heç bir evi böyüksüz eləməsin. Amin. Bəli. Allah heç bir Bəli, evi, bəli. Aynur xanım, böyüksüz Amin, eləməsin. amin. Niyə? Niyə o söz deyilib? Yəni, bu illər, əsrlərdən gələn fikirdir də. İndi 21-ci əsrdə oturmuşuq, bax burada, müasir dövrdə yaşayırıq, hər şey gözəldir və yenə də deyirik, Allah heç bir evi böyüksüz eləməsin. Çünki niyə Könül xanım? İnşallah ki, bu da belə davam eləyər bizim gələcək nəsillərimizdə də o söz hər evdə vurğulanar. Həqiqətən də bugün bizim ahıl deyəndə, yaşlı nənə baba deyəndə Nazirlər Kabinetinin qərarı var. 70 yaşdan yuxarı ahıl sayılır. Və biz niyə deyirik evi böyüksüz? Biz gözümüzü açandan nənə babalarımızı məsləhət verən, nağılları, hekayələri, fikirləri, tarixlə bağlı məqamlarının hamısını biz nənə babadan eşitmək həmişə görmüşük. Bəli, öyrəşmişik ki, belə olmalıdır. Və nənə babalarımız bizim cəmiyyətimizin ən ali təbəqələrindən biridir. Çünki bir nümunə olaraq nəvə nənədən, babadan nə öyrənir? O siz dediniz ki, həqiqətən də haqq qazandırıram. Müşahidə əsasında. Biz öyrətmirik ki onu. Yəni mən öz övladıma öyrətmirəm ki, sən böyük gələndə ayağa dur, nənə babaya hörmət elə, kimsəsiz olan xanım görəndə ona dəstək ol. Biz onu bir dəfə, iki dəfə söhbət əsasında deyirik. Deyirik, amma onun özü cəmiyyətimizdə o müşahidələr aparır və görür ətrafında dostu gilə gedir, bibisi gilə gedir, qaynana var evdə, qaynata var evdə, söhbət təkcə nənədən getmir, həm nəvinə, həm baba. Ona görə indi, məsələn, biz nənə babalardan danışanda, doğrudan da Zaur bəy demiş, elə var ki, 7 oğlu var, tək qalıb evin altında ölən ana var. Bu dəhşətdir. Həqiqətən dəhşətdir ki, bir 10 il bundan qabaq, ad da çəkmirəm, fakt bildiyimiz bir hadisə var. Ana yaşlı 80 yaşında hamamda dünyasını dəyişib. Və yaxud da bizim özümüzü siz vurğuladınız ahıllar mərkəzimizdə. Elə zənglər olur bizə ki, qızdır, oğlu yoxdur, övladı. Qızı zəng edir, mənim həyat yoldaşım, anamı qapıya qoymur, 80 yaşı var. Uşaqlarıma görə ata bilmirəm yoldaşımı, amma mən neyniyim, cahildir, oxumayıb, öz hüquqlarını tələb eləyə bilmir və neynəsin? 3 övlad orada, bu tərəfdə ana. Nə olar, mənim anama sahib çıxa bilərsiniz. Ən azından gecə qalmasa da, səhərdən axşamacan mən rahat olum ki, anam çay tökəndə çay töküb üstünə yandırmadı. Ya yıxılmadı hamama gedəndə, qolundan tutanlar. Bizim bununla bağlı, Könül xanım, çox gözəl bir mövzuya toxunmuşsunuz ki, belə maarifləndirici mövzularımız çox olsa, bizim deməzdim. Bizim ahıllar mərkəzində mən görürəm. Bizim o qədər nümunələr var. Universitetlərin axnaşması. O qədər sevinirəm. Gəlirlər, saatlarla otururlar nənələrlə söhbət. Bizim tarixi kinolarımızı izləyirlər. Yəni, mən düşünürdüm həmişə ki, bizim keçmiş filmlərimiz hamısı sıradan çıxır. İndiki də bizim başqa dəyərlərə, müasir dövrün zamanı tələb elədi ki, gənclərimiz biraz başqa istiqamətə yönəliblər. Amma yox. Deməli, bizim ailələr var ki, böyüklərə hörmət edən ailələr var ki, onların içərisindən auditoriyadan 70 nəfərin bir 20 nəfəri yaşlı nəslin məsləhətini istəyir. Və bunlar da nədən? O gələcəkdə yaşlı nəsil onlara necə məsləhət verir? Ay bala, bizim vaxtımızda böyüyə kiçiyə hörmət var idi və yaxud. Onlar da gələcəkdə öz ailələrinə, övladlarına sizin dediyiniz o müşahidə istiqamətdə övladların böyüdür və mental dəyərlərimiz qorunur. Həqiqətən də xarici ölkələrin Azərbaycan müqayisəsində böyüklərə hörmət bizdə çox pik həddədir. Bu da sevindirici bir haldır. Amma gəlin, hesab edirəm ki, kifayət qədər təriflədik, amma gəlin problemlərin də olduğu. Orasına toxunalım. Problemlərin mütləq toxunalım. Toxunacağıq. Problemlər var, bunu biz istəsək də gizlədə bilmirik. Əksinə bu günlər burada problemlərlə danışmağa gəlmişik. Bilirsiniz nədədir? Niyə bəzən yaşlı ilə gənclər yola getmir? Niyə? Baxın. O istiyə toxunacaqsınız, Zaur bəy desin, sonra toxunacaq. Mən çox üzr istəyirəm. Məsələ nədir? Bax, öz təcrübəmə əsaslanıb deyirəm, dünən də oldu ki, mənə kifayət qədər, xüsusilə də atalar, analar, ötən həftə bir ana qəbuluma gəlmişdi bu ilə bağlı. Müraciət edirlər, övladlarından narazı, şikayətçidirlər, övladlarını ya miras paydan məhrum eləmək istəyirlər,
ya özü də belə deyirlər, övladlıqdan çıxartmaq istəyirəm, imtina edirəm ondan. Bu mümkün deyil amma. Təbii ki, mümkün deyil Keşke mümkün övladlıqdan olardı. çıxartmaq, amma imtina eləmək mümkün deyil. Amma onun əvəzinə ləyaqətsiz vərəsə elan eləmək mümkündür ki, artıq onun evlad kimi bütün hüquqlarını itirmiş olur və elə şey varmış, elə mi? hətta vərəsəlikdən də məhrum olmuş, miras əmlakdan məcburi pay hüququndan vərəsə olaraq məhrum olur. Təsəvvür edin ki, bu ilə bağlı son dövrlər müraciətlərin sayı artıb. Və bununla paralel övladlar tərəfindən ata-anaya qarşı iddia qaldırıb, ata-ananın sağlığında onlardan pay tələb etmək istəyən övladların sayı artıb. Düzdür, ləyaqətsiz vərəsə elan eləmək mümkündür. Hətta övlad da valideyni ləyaqətsiz vərəsə elan eləyə bilər ki, qanunvericilikdə müəyyən istisna hallar var. Amma ata-ana, baxın qanun nə gözəldir. Ata-ana sağ ikən övladlar onlardan heç bir pay tələb eləyə bilmirlər. Bu mümkün deyil. Təəssüf ki, bu cür iddia ilə çıxış etmək istəyən valideyn, övladlar çoxdur. Amma nə yaxşı ki, qanunda bu hal nəzərdə tutulmayıb. Mümkün deyil. İnandırım sizi, mümkün olmuş olsaydı, bugün bir çox valideynlər çöllərdə qalmış olardı. Bir çox valideynlər dövlətin o sığınacaqlarında, qocalar evində, ahıllar evində qalmış olardı. Ki, nə yaxşı ki, qanun burada bu hissəni. Sar bəy, burada sizə bir sual vermək istəyirəm. Bax, məsələn, mən özüm, bizimki ahıllar bağçasıdır. Yəni, övladları 9-dan 6-yacan gətirib qoyurlar, ahıllar bağçası. Bizə qazidir, işləmək istəyir, neynəsin ki, onu 90 yaşında anası var. İşə gedib rahat oturmaq üçün gətirir, bağça kimi qoyur. Təbii ki, içində kimsəsiz də var, belədir, inteqrasiya olunmuş bir vəziyyətdir. Nə halların şahidi oluruq? Deyirsiniz, o qanunda varmı ki, bəs? Məsələn, ana deyir ki, mən oxuma yazma bilmirəm. Latın qrafikası da bilmirəm. Oğlum gətirib mənə imzaladı hər bir şeyi. Vəsiyyətnaməni, nə bilim nəyi, bağışlamanı, o bir övladlarının o həmin paydan məhrum olması üçün. General idaveriniz verib, ana da belə üzr istəyirəm. Etibarnamə verib, başdaveriniz verib və oradakı bütün göstərir ki, həmin valideynin bütün hüquqları keçib oğluna. İndi o birisi övladlar da təşviş içindədir və ata-ana da təşviş içindədir ki, bəlkə mən sabah başımı yerə qoydum, bu övladlar arasında bir düşmənçiliyə gətirib çıxarsın. Həqiqətən də varmı elə bir şey? Aydındır. Təəssüf ki, belə hallar var. Amma əvvəla onu qeyd edim, sualunuza belə deyək də, o birinci sualdan cavab verim ki, ana və yaxud da ata, həmin o yaşlı ahıl adam həqiqətən də oxuma yazmanı bilmirsə, həmin etibarnamənin, müqavilənin, bağışlama müqaviləsinin, hər hansı bir ərizənin hüquqi qüvvəsi yoxdur. O halda hüquqi qüvvəsi olar ki, ən azından 2 nəfərdə hal şahidinin iştirakı ilə o sənəd imzalanmış olsun. Çünki yəni mütləq dərəcədə orada şahid olmalıdır. Ya oxuma yazman olmalıdır, ya da hal şahidi. Adam var ki, hər hansı bir səbəbdən imza ata bilmir. Ya oxuma yazma bacarır. Ola bilər ki, yaşlı insandır. Yəni bugün bu sözü deyər, sabah fikrindən dönər. Bəs onda necə? Bax, elə sualım mənim çox gözəl. Məsələ burasındadır ki, baxın orada biraz hallara fərdi yanaşmaq lazımdır. Ümumi yanaşmaq olmaz. Yəni buna uşaq oyuncağı kimi də yanaşa bilmərik. Gəlin onu belə eləyək. Reklamların vaxtı. Bəli, reklamların vaxtıdır. Gəlin reklamlara keçid alaq. Çünki elə bir mövzudur ki, burada siz cavab verəcəksiniz, cavabdan başqa bir sual olacaq. Ona görə də indi reklamlara ayrılaq, sonra rahat söhbətimizi davam etdirərik. Hörmətli izləyicilərimiz, Dünya Televiziyasının efirində üz-üzəni izləyirsiniz. Çox maraqlı bir mövzu ətrafında danışırıq. Reklamların vaxtıdır. Reklamları izləyək. Reklamlar bitəndən dərhal sonra yenidən sizinlə üz-üzə olacağıq. Bizi izləyin. Üz-üzədə siz təşəkkür edirəm ki, baxırsınız və söhbətimizi davam etdiririk. Zaur müəllim, eşidək sizi. Sual verdiniz, yaşlıların, ahılların bəzən bilmədən hansısa sənədi imzalaması ilə bağlı. Əvvəla notarial hərəkətlərin aparılması qaydası var, təlimat var və hal-hazırda notariusların böyük bir əksəriyyəti, böyük bir hissəsi hətta kameralarla təchiz olunub. Ona görə də belə halların artıq olması bir qədər mümkünsüz, hətta gəlib düşüb. Amma təəssüf ki,
bəzən belə hallar olur və belə halları təəssüf ki, bəzən notariuslar aşkar eləyə bilmirlər. Yox, Zahir bəy, burada belə bir məqam var. Ata-ana da övladına inanır. Notarius onu necə aşkar eləyə bilər? Düşür yanına gedir, imzaladır, çıxır. Elə ondan da o məqamı mən istisna hal kimi dedim ki, notarius onu aşkar eləyəmir. Notarius necə bilsin ki, bu öz xoşu ilə gəlib, aldanıb, gəlib, məcbur olunub, gəlib. Bəzən müəyyən eləyə bilir vizual olaraq və söhbət aparır, imtina eləyir həmin sənədin təsdiq olunmasından, amma bəzən müəyyən eləyə bilmir. Məsələ burasındadır ki, əvvəlcə belə deyək, yalan üzərində bağlanmış əqdlər mülki məcəllədir. Bağlandığı andan əqdlər, yəni müqavilələr, sazişlər, yalan üzərində bağlanmış əqdlər bağlandığı andan etibarsız əqdlər hesab olunur. Amma bunu məhkəmə qaydasında ləğv elətdirmək lazımdır. Amma məhkəmə qaydasında ləğv elətdirmək üçün sən bunun yalan olduğunu bu və ya digər formada sübut eləməlisən. Sadəcə deyə bilmərsən ki, bilirsən, mən əslində evi bu oğluma yox, o oğluma bağışlamaq üçün getmişdim imzalamağa. Və ya evi bağışlama yox, gəlinimi ora daimi pasport qeydiyyatına salmağa getmişdim. Və ya evi bağışlamırdım, sadəcə etibarnamə verirdim, amma bağışlama müqaviləsinə. Ona görə indi ləğv elətdirirəm demək olmaz. Bu bir. İkincisi, bağışlama əvəzsiz verilən bir əqdir, bağlanan bir əqdir. Yəni, bağışlamanın qarşısında tutalım, mən Könül xanıma nəsə hədiyyə eləyirəmsə, mən onun qarşısında heç nə gözləmirəm. Əslində, bağışlama belədir, təmənnasız, əvəzsiz əqdir. Yox, mən onun qarşısında nəsə gözləyirəmsə, bu artıq bağışlanma olmadı, dəyişmə oldu, mübadilə oldu, əvəz etmə oldu, düzdürmü? Və ya alqı-satqı oldu. Və bugün mən o evi oğluma bağışlamışam, sabah oğlumdan incidim, qızımla daha yaxın oldum. Hə, indi alıram səndən gedək ləğv edib, bu mümkün deyil. Mümkün deyil. Ona görə də yaşlılara tövsiyəm ondan ibarətdir ki, əmin olmadan, ümumiyyətlə, həyatda olduğu müddətdə oğul qıza arasında belə deyək də fərq qoyma. Necə deyim, seçim eləmə, sevgini də, güvəni də eyni ver, eyni qazan, bu yaxşı olar. İkinci məsələ, əvvəlcədən sağ olduğu müddətdə ki, əmlak və ya əmlakların müqəddəratını özü həll eləsin, bunu onların adına keçirməklə də eləyə bilər. Amma bir qədər də özünü sığorta ehtiyat eləmək istəyirsə, sığortalamaq istəyirsə, bunu vəsiyyətnamə ilə də eləyə bilər. Ki, qanunvericiliklər bu vəsiyyətnamə də nəzərdə tutulur. Könül xanım, elə bir gözəl mövzuya toxunmuşsunuz ki, o nənə-babaların mental dəyərlərini kənara qoyaq. Yəni, qoymayaq da mövzumuz onun üzərindədir. Amma mən özüm, Zahir bəy danışdıqca, mən özüm ki, qadın təşkilatının rəhbəriyəm, ağrıdı kəsilmədən belə müraciətlər var. Bax, bu belə maarifləndirici verilişlərin sayı çox olsa və o nənə-babalar televiziya qarşısında oturub davamlı şəkildə sizi izləsələr, bu halların sayı azalar. Hal-hazırda Zahir bəy, belə bir müraciət var. Mən sonra sizi rəsmən də o müraciətlə tanış edərəm. İndi onu belə rəsmi açıqlamaq istəmirəm. Deməli, ata-ana, bir oğlu var, 2 qızı var. Şəkər xəstəsidir, bir açıq ürəyə əməliyyatlı xəstədir. Oğlunu sevir, təbii ki, bir oğlu var. Oğlu aparıb ata-ananın bütün problemlərini həll edir, qayğısına qalırdı. Aparıb ata-ananı bütün hər bir şeyi yenə o etibarnamə ilə özünə aid elətdirib. İndi bir dəfə çağırırlar, ikinci gəlmir. Və qızı kənar yerdə çıxarışı olmayan bir evdədir, bir evini verib qızına. İndi onun qızı narahatdır ki, mənim həmin qardaşım atamın, anamın bütün hüquqlarını əlinə alıb, sabah o evlərdən başqa mənim yaşadığım evdən də məni çıxarda bilər. Axı, o səbəb odur ki, bu yaşayır. Plana düşən evlərdəndir, çıxarışı yoxdur, çıxarışı olmayan evdir, yaşayır insan 20 ildir. İndi eşidib ki, qardaşı, o da ataya, anaya laqeyd münasibətdən sonra ata-ana deyib ki, biz getdik çox sənətlərə qol çəkdik, sevə-sevə qol çəkdik, onunla notarius başa düşər, çünki sevimli oğludur. Amma bizə, bütün bu hadisələr olandan sonra bizə fikirlər azalır. Münasibət dəyişib, çağırır, oğlu telefona cavab vermir, birində verir. İndi bacılar təmanna güdüb də. Bacılar indi narahatdır və həmin oğul
yeni başqa bir ailədə qurub, yəni bacılar narahatdır. Niyə? Bacının biri deyir ki, mən 20 ildir yaşadığım evdir. Sabah ata-anamdan sonra mən də buradan çıxarda bilər. Bax, bu halların Çıxarda bilər də. Baxın, çox təəssüf ki, başa düşürəm indi Kaş ki, o bacının davamlı ola bu verilişlər o valla. bacının da böyük hüququ var, bacının da övladları var və s. və ilə axır. Amma kaş ki ilk sual ata-ananın aqibəti ilə bağlı olaydı bacının ağlında. Yox, o da var. Öz evi ilə bağlı yox. Yox, o da var. Anlayıram. Amma çox təəssüf ki, o dəyişən dünyamızda Niyə? Zahir bəy. o düşüncələr də dəyişir. Niyə? Mən Niyə? də bu öz O da var. təcrübəm Amma əsasında. indi bu verilişdə o bütün hamısı o hissələr, mən o qanuni tərəfdən Qanuni sizin tərəfi dediyiniz verirsin. fikrə münasibət bilir. Ona görə dedim ki, mən bu məsələni sizlə daha geniş Tamam, müzakirə sevə-sevə tanış olarıq. Söhbət nədəndir? Qız deyir ki, atam anam da orada qeydiyyatdadır. Qeydiyyatdadır. Sabahları o ev plana düşən təqdirdə atama, anama düşəndə pay, sabah atam, anam bu oğul bugün atıb. Yəni ola bilsin ki, atam, anam da çöldə qalar. O məsələlər uzun məsələdir. Aydındır. Onu sizə sonra müzakirə Məsələ nədən edək. ibarətdir? Kəşke elə həmin Əvvəlcə- ata-analar buradan dinləyərlər. Burada bu sual verilir. əslində bir qədər çox şaxəldir. Mən də qısa cavablandırmağa çalışacağam. Əvvəla etibarnamə, baş etibarnamə deyiriksə, bunu istənilən an ev ləğv eləmək mümkündür. Etibarnaməni mi? Etibarnaməni verdin Əla, notariusa, get, burada etibarnamə ver. Təsdiq olunsun. Sənədi əlvə alan kimi də təkrar bunu ləğv eləmək istəyirəm. Bəs bağışlanma? Olacaq. İndi gələcəm. Etibarnaməni ləğv eləmək istənilən an mümkündür. Amma ata-ana vəfat eləyəndən sonra, yəni etibarnamə verən adam vəfat elədirsə, zaten o etibarnamə hüquqi qüvvəsinin ölümün baş verdiyi an dərhal itirir. Bu məsələnin ikinci tərəfi. Üzr istəyirəm, Üçüncü mən sizə tərəfi. etibarnamə Siz verirəm. mənə etibarnamə versəz, Mən dünyadan köçürəm. Allah gecindən versin. Aha. Amin. Ki, dünyadan köçdüyünüz an, ölümün baş verdiyi an, bilirsiniz də, hüquqda və tibbi cəhətdən ölümün baş verdiyi an, o beynin öldüyü andır Aha. da. Ölümün baş verdiyi an, həmin etibarnamədə hüquq qüvvəsini itirir. Artıq siz o etibarnamədən istifadə edə Ondan sonra mən hətta bilməzsiniz. gedib istifadə eləmiş olsam da belə, sizin vərəsələriniz məhkəmə qaydasında həmin hərəkətin etibarsız hesab olunmasını, Mən bunu ləğv bilmirdim. olunmasını, Mən də hüquq bilmirdim. nəticəsinin ləğv olunmasını Vəsiyyətnamə? tələb eləyə bilər ki, darıxmayın xanımlar. Gəldik ev məsələsinə. Bizim necə ki, şəxsiyyətimizi təsdiq edən sənəd yalnız Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsidir. Evdə də mülkiyyət hüququnu təsdiq edən sənəd yalnız çıxarışdır. Digər sənədlər dolayı yolla, belə deyək də, mülkiyyət və ya istifadə hüququnu tanıdır. Və istifadə hüququnda olmaq, hələ mülkiyyətçisən, pay əldə edə bilərsən demək deyil. Ki, o bəzən qaynanalar gəlini evə qeydiyyata salmağa qorxur, deyir ki, gəlin sonra məndən pay istəyə bilər. Əslində istəyə bilməz, əgər sənin evin çıxarışlı evdirsə. Çıxarışı olmasa da istəyə bilməz. Gəldik digər qadının... Çıxarışı olsa da istəyə bilməz, Olsa olmaz. da istəyə bilməz, olmasa da istəyə bilməz. Sadəcə çıxarışı olmasa, evdən çıxmasa sən onu məcbur çıxardamayacaqsan, istifadə eləyə biləcək. Ki, fərq buradadır, bu da Sabah ayrı mən bir... misal üçün evi satmaq istəyirəm, bu da imkan verməyəcək. Zaten çıxarışı olmayan evin rəsmi notarial qaydada alqı-satqısından söhbət gedə bilməz. Bəs övladlara Mən başa qarşı- düşdüm, evimin sənədi var. Çıxarış sənədi var. Gəlini də evimə qeydiyyata salmışam. Gəlin də deyir ki, belə çıxmıram, qeydiyyatdan Çıxmıram. Sizin hüququnuzdur. Mülkiyyət hüququ qanunla qorunur və mülkiyyətçi öz mülkü üzərində sərəncam vermək hüququna malikdir. Necə ki, məni öz iradə özlə evinizə qeydiyyata saldınızsa, öz iradə özlə də, amma bu dəfə məhkəmə qaydasında çıxarda bilərsiniz. Mənə heç bir ödəniş, kompensasiya, pay, Bəs övladlar heç olsa? nə ödəmədən. Övladlarda isə bir qədər fərqlidir. Övladlar əgər həmin evdə doğulub, böyüyüb, yaşayıb, daimi pasport qeydiyyatında və faktiki olaraq orada yaşayırsa, mülkiyyətində də başqa bir ev yoxdursa, 3 illik kirayə haqqı məbləğində kompensasiya ödəməklə çıxarda bilərsiniz. Yəni, bəzən valideynləri deyirəm ki, övladlar gəlirlər məhkəməyə verəcəm, neyniyəcəm, tez elə evi saat mənə pay ver, mənim də burada payım var, haqqım var. Heç bir payları, haqları yoxdur. Onların payları, haqları yalnız həmin evdə istifadə eləməkdir. Ki, buna el arasında yaşama hüququ deyilir, amma konstitusiyada bu Sovet dönəmində var idi, sonradan dəyişdi. Çünki yaşadan hüququn bizə, belə deyək də, uca yaradan verir deyə
O istifadə hüququ termini ilə əvəzləndi. İstifadə hüququmuz var. Zaur müəllim, bəzi rayonlarda, bəzi yox, bir çox rayonlarda bələdiyyə sənədi ilə alınmış torpaqlar var ki, o torpaqların üzərində ev tikirlər və uzun illər ata, ana yaşayır. Sonra gəlin də ora gəlir. O düzdür, bilmirəm, orada qeydiyyat işi necə aparılır? Baxın, təcrübədə çıxar. Amma söyləyirlər ki, yəni biz kommunal borcları veririk. Məsəl üçün atanın adına gəlir, ata da sonra rəhmətə gedir. Amma evin sənədi yoxdur. Ya evin sənədi bələdiyyə sənədidir. Çox var elə. Hə. Baxın, elə hallar çoxdur, amma bələdiyyə sənədi mülkiyyət hüququnu qeyd elədiyim kimi də birbaşa təsdiq edən sənəd deyil, o çıxarışdır. Amma dolayı yolla bələdiyyə sənədi ilə də sənin həmin torpaq sahəsinin mülkiyyətçisi olduğunu sübut eləmək məhkəmə araşdırması zamanı mümkündür. Hətta təcrübədə bu halda da qeydiyyatdan çıxarmaq mümkündür. Çünki Ailə Məcəlləsində də maddəsi təəssüf ki, yadımdan çıxdı, qeyd olunur ki, keçmiş ailə üzvləri ifadəsi var. Yəni, oğlun deyək ki, o gəlindən ayrıldısa, artıq o sənin üçün keçmiş ailə üzvüdürsə, məhkəmə qaydasında onu qeydiyyatdan çıxarda bilərsən və sonradan asanlıqla sata bilərsən. Hətta ayrılmayıbsa da belə, sən məhkəmə qaydasında dünən icazə vermişdim, gəlinim mənim evimdə yaşasın, bugün icazə vermirəm deyib çıxarda bilərsən. Hətta qeyd elədiyim kimi ki, övladlarına qarşı da bu iddianı verə bilərsən, amma bu halda onun başqa faktiki olaraq daimi yaşama məqsədilə bu evdə yaşayırsa, daimi yaşamaq məqsədilə başqa ünvana köçməyibsə, sən bunu sübuta yetirəmirsənsə və yaxud da mülkiyyətində başqa bir əmlakı yoxdursa, 3 illik kirayə haqqı məbləğində kompensasiya verməklə çıxarda bilərsən. O ki, qaldı bağışlamanın ləğvinə. Bağışlamanın ləğvinin əvvəlki sualda dedim, amma bir qədər də belə deyək də, o təkrar birliyin anasıdır deyim. Görünən odur ki, bu bir qədər geniş mövzudur. Ümumiyyətlə, həmişə deyirəm, cinayət hüququnda 10 suala cavab tap, məsələni həll elə, mülki hüquq bir sakit okeandır, vərəsəlik isə onun ümumiyyətlə Marian çökəkliyidir, ən dərin çökəkliyidir. Vərəsəlik geniş fəsildir, hallara görə dəyişir. Və bağışlama olubsa və həmin adam öz şəxsi iradəsi ilə dünən oğlum çox istəyirdi, münasibətləri yaxşı idi, getdi bağışlama elədisə sağlığında və əqli cəhətdən də sağlam idisə, məcburiyyət də yox idisə, artıq və dediyim kimi bu əvəzsiz bağlanan əqd olduğu üçün onun ləğvi də əksər hallarda mümkün olmur. Çox nadir hallarda mümkün olur. Mümkün olanda da yalnız bir il ərzində mümkündür. Bir ildən sonra bu mümkün deyil. Və ona görə vəfat eləyəndən sonra bağışlanan evdən digər bacı-qardaşlar pay ala bilmir. Məhz buna görə də mən bağışlamaya tələsməməyi o ağsaqqallara tövsiyə edirəm. Əksinə, ən yaxşı halda vəsiyyətnamə yaza bilərlər. Vəsiyyətnamə, bəli. Bağışlamaq bugün bağışladım, sonra fikrimdən dönüb gedib o bağışlamanı dəyişə bilmirəm. Çünki sən axı onun da müəyyən hüquqlarını pozmuş olursun. Bəs orada kommunallar əgər onun adınadırsa, məsələn? Kommunal mülkiyyət hüququnu təsdiq eləmir, o ki, onun Xanbiyaqı verdiyi xüsusilə də bölgələrdə belədir. Amma kommunallar necə müəyyən olunur? Yerli icra hakimiyyəti nümayəndələrinin, ya bələdiyyələrin, ya icra nümayəndələrinin belə deyək də, arayışı əsasında qonşuların şahidliyi ilə bağlı aktə əsasında müəyyən olunur ki, faktiki olaraq bu əmlakdan bu istifadə eləyir. Tutalım, kommunal xidmətlərlə bağlı müqavilələrdə bu şəxsin adına bağlansın. Kommunal ola bilər. Misal üçün, bizim evimizdə, mən sizə deyim, heç bizim internet provayderlə müqaviləmiz bizim adımıza deyil. Həmin vaxt daim bizdə idi. Daimdən xahiş elədim ki, daim gələndə şəxsiyyət vəsiqəvi verərsən, müqaviləni sənin adından bağlasınlar. İndi o demək ki, daim gəlsin desin ki, bu ev mənimdir. Bu əsas vermir axı. Tamam. Bu kommunalla sən mülkiyyət hüququnu... Bu da bir dənə babanın müraciətidir. Söhbət açılmışkən çox gözəl mövzulara gedir. Çox gözəl bir məhsuldar proqram keçir. Köyxan. Çox insanların sual tapacağı bir proqramdır. Mənim o qədər suallarım var indi bu saat Zahura. Siz sualınızı verin. Yəni, bir dənə babanın yenə sualıdır. Deyir ki, o narahat olan xanım, deyir, nə olsun ki, qızımın işıq, qaz, su, orada qızımın adına. Sabahları, məsələn, biz rəhmətə geçsək də falan, orada qardaş orada heç bir şey eləyə bilməz. Baxın, siz o xanımla, o ağsaqqala, ağ bir şeyə, nə bilim, övladlarına da, xanıma da deyin ki, narahat olmasın. Niyə? Çünki faktiki olaraq o evin sənədi olmadığı üçün
və o evdə kimlər qeydiyyatdadır, faktiki olaraq kimlər yaşayırsa, o yerli icra hakimiyyətinin nümayəndəsi kimləri görəcəksə, onlara da kompensasiyanı ödəyəcək söküntü zamanı. Təşəkkür edirəm. O qardaşları orada belə deyək də biraz kənarda qalacaqlar. Amma bir də qoy araşdırsınlar ki, keçsinlər notariusda ümumiyyətlə o əqdlərə baxsınlar ki, nənə-baba nə verib o ata-ana, övladların nə verib, bağışlamamı verib, etibarnaməmi verib, baş etibarnaməmi verib ki, onun ləğvi ilə bağlı müəyyən addımlar atsınlar. Etibarnamə isə dərhal yerində ləğv olunur, heç bir rüsumda səhv eləmirəmsə ödənmir. Amma bağışlamadırsa, bir il ərzində olubsa və bu günləri o fikirlərini dəyişmək üçün əsaslı hallar varsa, bunu sübut yetirə bilirlərsə, bir ili keçməyibsə məhkəmə qaydasında bunu mübahisələndirmək Təşəkkür olar. Aydındır. edirik. Sizə dönüş edəcəyim. İstərdim Aynur xanım sizinlə söhbət edək. Yaşlarla işləmək çətindir. Deyirlər qocalar, insan qocalanda uşaqlaşır, düzdür? Könxanım, inanırsınız ki, deməli, paralel olaraq bizim Günərzi Qayğı Mərkəzimizdə var uşaqlar. Demək olar eynidir. Yaşlı nəsil təsəvvür edin ki, elə uşaqdırlar. Yəni söhbət 70. Çox kaprizli olurlar. Kaprizləri də olan var. Mənəm-mənəmlik eləyənlərimiz də var. Aha. Yəni dədə-babadan bu insan evdə hökmran olub, istəyir yoldaş üzərində, övladı üzərində. Artıq 90 yaşı var. Bu gün də hökmranlıq öz gəlininin, oğlun üzərində müalicəsinə belə imkan vermir evdə. Onlar da xahiş edirlər ki, bəlkə o müalicəsi sosiallaşsın, sosiallaşma deyilən bir şey var da, müalicə ilə əlləlliyədir. Sosiallaşsın, bəlkə sizin yanınızda onların müalicələri davam edir. Yəni düzdür, biz o tibbi sahədə qarışa bilmərik. Biz sadəcə tibbi xahişlər eləyərik klinikalardan ki, bizə gəlirlər ayda bir dəfə təbib sağ olsun, radioloji müayinələr eləyirlər və s. Çox kaprizləri var, kapriz olmayanlar da var. Amma kaprizləri o qədər gözəldir ki, çünki biz o qədər böyüklərimizi sevmişik ki, ana babamızı bizim də sırf xanımlar olduğuna görə, təkcə analar olduğuna görə. Yəni düşünürsən ki, bunun kaprizinə dözəndə bəlkə bu mənim nənəm idi. Bəlkə bu mənim anamdır. Mənim öz anam da bu dəqiqə həmin mərkəzdədir də. Yəni biraz çətindir, nə deyim? Çətindir. Bəlkə də hətta uşaqlardan bir Ananızı çətin. ona görə aparmısınız ki, siz özünüz hər gün oradasınız, gözünüzün qabağında olsun. Bəli, 78 yaşı var anamın, Allah ömür 79. versin. 45 ilin müəlliməsidir. 70 yaşacan işləmişdi. Neynəsin? Mən işə gedirəm, hamımız işə gedirik. O bağça kimidir də 9-dan 6-ya. Və bir halı pis olanda Xırdalında yaşayırdıq. Məcbur olurdum o bilirsiniz tıxacla necə gedim çatım və insan 70 yaşacan işləyib özünü dəyərsiz hiss eləməsin. Aktiv yaşlanmanın təşviqidir. Və məqsədimiz aktiv yaşlanmanın Belə bir sual təşviqi. verim. İnsanlar yaşdaşdıqca deyirlər uşaqlaşırlar. Uşaqlar necə belə deyim kaprizli olurlar. İstəmirəm, eləmirəm. Məsəl üçün uşaq Bəli, adətən burada belə da olur. var. Yaşlılarda da bu olur. Eynən. Eynən. Hətta universitet gəlmişdi. Bakı Dövlət Universiteti, ADA Universitetinin tələbələri idi. Kənardan belə baxdı. Dedi, eynən öz uşaqlığım yadıma düşür. Qızım biri dedi, mən uşaqlıqda hansı kaprizi eləyirdimsə, mən deyir bayaqdan baxıram, hətta mənə səbr diləyib gedirlər, gedənlər oradakı. Siz necə, yəni bu da bizim qanımızdan gəlir ki, biz onlara hörmət eləməliyik. İndi bir söz Ayrı bir deyim, yolumuz orada yox. onların təmizliyinə kimlər baxır? Kimlərsə baxır da yəni. Bəli, orada deməli bizim onlara baxan dayə var, xadiməmiz var, aşpazımız var, sosial işçimiz var və onların qulluğunda duran könüllülərimiz var, təcrübəçi qızlarımız var. Yəni ola bilər ki, hansısa yaşlı özünü belə deyək də idarə eləyə Olur, bilmir, olur. hərəkəti. Olur, Könxam, olur. Məsələn, həmin vaxtı yəni təmizliklərlə bağlı daimi o özümüzün diqqət mərkəzimizdə olur. Biz ağır orada götürmürük. Yəni bizdə bu Günərzi Qayğı Mərkəzi olduğundan, bağça tipli olduğundan sadəcə özünün problemləri, necə problemi? Yaşlıdır da 90 yaşı var. Təhlükəsizlik baxımından o qaza yaxın getməsin və yaxud da beyində olur bir-birinə Sonra quruma yaddaşı pozulmuş onu qocalar. deyirəm elə. Yaddaş pozulub və məsələn qocanın biri elə bilir ki, gətirən qızı onun anasıdır. Hər gün oturub gözləyir ki, anamı gözləyirəm. Qızı onu evdə necə tək qoya bilər? Yəni bu çox böyük bir gözəl bir missiyadır. Baxın, deyirsiniz, bu yaxşıdır, qəbul edirəm, yaxşıdır. Hətta dövlətin burada məsəl üçün qeyri-hökumət təşkilatı adından siz bunu eləyirsiniz. Dövlət bura bir vəsait ayırır, təbii ki. Ondan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin müxtəlif layihələri var da. Misal üçün evə sosial işçilər göndərmək,
Bəli. Sosial sığınacaqlar var, qocalar ev və s. Zar, evə sosial dediniz, biz saldırım sonra danışıram o keçək. barədə. Rusiya Federasiyasında belə bir şey var idi ki, misal üçün, yaşlı insanlara, müharibə veteranlarına bir nəfər gəlirdi, həftədə bir dəfə gəlib onun təmizliyini görürdü, onun aptek dərmanları, bazarlığın edirdi, gedirdi. Bizdə də belə Bizdə var. də bu xidmət artıq son, bilmirəm, bəlkə də bir 10 ilə yaxındır. Mən ona münasibət Var. bildirəcəm birbaşa. Bəlkə də 10 ilə yaxındır var. Bu mümkündür və dövlət də o xərci ödəyir. Amma çox xahiş edirəm, bir dənə mən Buyurun. bunu da ümumiləşdirib bir cavab verin də. İndi siz danışırsınız. Bu yaxşıdır. Təbii ki, o ahılın evdə tək qalmaması, təhlükəsizliyi, ətrafda təhlükəyə Aktiv yaşlanmaların təşviqi və Amma sual olunur ki, nə dəyişdi? Bizdə nə dəyişdi ki? İllər əvvəl bu kimi hallara ehtiyac yox idi, onda da hamı işləyirdi da. İndi ehtiyac yarandı. Nə dəyişdi? Bax biz harda səhv elədik? Yoxsa elə Yox. o palaza birin o vaxtda ellərdən da var belə idi. də Zahir bəy, olmalıdır. mən buna səhv deməzdim. Niyə? Biz ölkə bizdə Azərbaycanda indi bu dəqiqə hal-hazırda bunun üzərində işlər gedir. Var, bütün xarici ölkələrdə bu tendensiya var ki, insan pensiya çıxdı, pensiya çıxanda, təqaüdə çıxdığı zaman onun təqaüdü ya dövlət müəssisələrinə keçir, ya da onlar özlərinin təqaüdündən bir qismin istəyir özələ, istəyir dövlətə sərf edir ki, mən yaşda vaxtı nəvə əlinə baxmayım, gəlinə bir dəfə çay tök deyirəm, ikinci dəfə utanmayım deməyə və yaxud da öz yaşıdlarının arasında, özlərinin öz yaşıdlarıdır da, mən anamla nə qədər danışa bilərəm? İndi gəlin də səmimi danışaq. 5 dəqiqə, 3 dəqiqə və yaxud da mənim qızlarım məndən nə qədər danışa bilər? Artıq zamanənin, dövrün zamanın tələbidir. Bax bu olması. Və çox doğru vurğuladınız ki, bizim bu istiqamətdə dövlətimiz, ölkə başçımız, Allah dövlətimizi qorusun, prezidentimizi qorusun ki, bu Günərzi Qayğı Mərkəzlərinə xüsusi özünün diqqəti var. Sosial Xidmətlər Agentliyi bu istiqamətdə layihələr icra edir və bizim də layihəmizin başlanğıcı Sosial Xidmətlər Agentliyinin tenderdə qalib olmuşuq və baxmışıq ki, layihə bitdikdən sonra da buna tələblər çoxdur. Nə qədər var imiş insanlar? Yəni nəyə pisdir ki, insan rahat işində oturur. Mən qətiyyən pisləmirəm. Yox, bilirəm pisləmirəm. Qətiyyən bu dövlətin qayğısıdır. Və mən özümüzdən danışıram. Baxın, çox inciməyin. Yaxşı sualdır. Yəni nə dəyişdi? Nə dəyişdi? Baxın, inciməyin, siz danışırsınız, mən elə gəlir ki, bilirsiniz nə dəyişdi? Mən də yaşlananda elə olacaq. Zar, bilirsə nə dəyişdi? Əvvəl bir evdə 5 uşaq, 7 uşaq, 10 uşaq idi. Bunun hansısa biri axırda nənəyə baxırdı. İndi ki, uzağı 3, 4 uşaqlı ailə görəndə biz sevinirik. Yəni, indi də ki, biz dünyaya açığıq, bir də görsün, çıxıb gedirlər xaricə, deyir, mən xaricdə yaşamaq istəyirəm. Və yaxud biri gəlir rayondan şəhərə, deyir, kənddə yaşamaq istəmirəm. Yəni, ona görə də o nənə-baba tək qalır. Mənə belə gəlir, uşaqların sayının azalması, bu mənim fikrimdir. Bəlkə bunun başqa bir variantı da var. Yox, düzdür, çox mümkün. Ola bilər, bir uşaq da ola bilər. Ən gözəl səbəb də o da, amma belə də bir iş var da. Bax, Zahir bəy, məsələn, mən qaziyəm, işləməliyəm. Bugün mağazaya nələrsə verməliyəm, düzdür? Amma mən evdə 90 yaşında anam var. Daya tutmaq imkanım yoxdur və yaxud da istəyirəm onun ürəyi açılsın. Bu bir nəfərə aid eləməyir də, hamı qazi deyil. Yox, lap adi adamam. Bir səbəbdir. Və yaxud da mən özüm işləyirəm, 80 yaşında anam evdə təkdir. İstəyirəm o aktiv yaşlansın. Sosial mühiti, bax, onların inanırsınız ki, səhhətlərinə nə qədər təsir edir. Söhbət bizdən, o birisindən, bu birisindən getmir. Bu ümumi bir məsələdir ki, yəni bu zamanın tələbədir. İşinin bəlkə də problemlərimizin çoxluğu. Könül xanım demiş, xaricə səfər eləmək istəyirəm, işlə bağlı heç xaricə getmirəm, rayona gedirəm, 2 günlük harasa gedirəm. Mən anamı öz mühitində daha yaxşı olsun da, bağça kimi də bir növ atmıram ki. Amma atılmışlar da var ki, onlara münasibət daha başqa. Gözü yolda qalan bizim ahıllarımız var. Onların övladları, o analar ki pəncərədən baxırlar, düşünürlər ki onun oğlu var, 4 oğlu var, 4-ündən biri gələcək.
Mən ailə tanıyıram. Evdə 4 oğlu olub. Bu insan ata da, ana da kənd evi olub. O insan oğlanların çiynində getmir. Birinin belə çiynində getmir. Buna nə ad vermək olar? Bu bizə xas olan deyil. Nə olsa sən xaricdə yaşayırsan. Bəli, Xaricdə yaşasan, sən dünyavı dəyişəndə xaricilərin çiynində gedəcəksən. Düzdür. Yəni özün nə edirsənsə evinə, anana, atana, bir-iki vaxt gələcək sənin özünə qarşı da bu olacaq. Mən bir əvəzində Bəli, mütləq belə olacaq. Çünki Çünki sənin övladın bunu səndə görür. Görür ki, ataya vaxt ayırmırsan, anaya vaxt ayırmırsan. Vəssalam. Bu elə belə də olacaq. Nə olsun xaricdə yaşayırsan? Yaşayırsan, ildə bir dəfə gəl atava, anava dəy də. Əlbəttə. İllərlə gəlməyənlər var, illərlə. Mən öz gözümün şahidiyəm. Baxın, indi bunu dediniz, hesab edirəm ki, bəlkə də bilirsiniz, bəlkə də bu da sizi təəccübləndirəcək, amma qanunvericilikdə biz aliment deyəndə əksər hallarda düşünürük ki, yalnız valideyn uşaqdan ayrı yaşayırsa, uşağa aliment verməlidir. Amma bu belə deyil. Haşiyə çıxım deyim ki, maddi yardıma ehtiyacı olan ər-arvadın da bir-birini saxlamaq öhdəliyi var ki, bunun da adı alimentdir. Hətta maddi yardıma ehtiyacı olan yaşlı ata-ananın övladından aliment ala bilər. Nənə-babanın da nəvələrindən hətta aliment tələb etmək hüququ var. Nəvəni bilmirdim, Bax, nəvə də var. Mən də bilmirdim. Bəli. Ha. Necə Övladlarını olur? ala bilər. Necə olur? Onu bəs? bilirdim. Ha. Hüquqlar axı qarşılıqlıdır. Necə olur ki, ata-ana olmayanda nənə-babadan da aliment alına bilir? Nəvə deyir ki, mən nənə görmüşəm, baba görmüşəm, indi məndən aliment Bəs istəyirlər. məsələ də ondadır da ki, o hüququn var idi. Biz hüquqdan istifadə eləyə də bilərik, eləməyə də bilərik. Yaxşı, əgər nənə və yaxud oğul, qız başqa ölkənin vətəndaşıdırsa? Yenə də bu Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Çünki bu ailə mübahisələrində belədir də, nümunə üçün deyim. Deyək ki, ər-arvad biri Azərbaycan vətəndaşıdır, digəri başqa bir ölkənin vətəndaşıdır. Azərbaycan tərəflərdən heç olmasa biri Azərbaycan vətəndaşıdırsa, hətta nikahın pozulması üçün Azərbaycan məhkəməsinə də müraciət etmək olar. Eyni qaydada da burada aliment tələbi üçün vətəndaş özünün olduğu ölkənin, şəhərin, rayonun məhkəməsinə müraciət edə bilər ki, onun icrası üçün artıq yerli məhkəmə həmin ölkənin yerli məhkəməsinə məhkəmə tapşırığı barədə bir məktub göndərər. Bəs hüquqda belə bir şey Aydın var. xan, bir sual verim. Olubmu ki, eşitmisiniz, bir sizin belə deyim, bağçanızda mı və yaxud digər ahıllar evində, istəyir özəl olsun, istəyir dövlət olsun, fərqi yoxdur. 2 yaşlı insan evlənsinlər. Bizdə olmayıb, çünki bizdə hamısı xanımlardır, xanımlardır. Amma olub, bəli. Hətta mənə dedilər ki... Yaxşı, xanımlar da olubmu ki, kimsə gəlsin desin ki, sizdə bir ana var, istəyirəm onu atamla evləndirim. Olub, Gövxam. Əslində necə olub? Deməli, bizə bir dəfə bizim təqaüdçülərlə bağlı bir proqram var idi, sosial tərəfdaş layihəsinin. Oradaydı, bizə dedilər ki, bir dənə baba lazımdır. Aha. Deyim, bizdə baba yoxdur axı. Həmin Baba yoxdur bizdə. Yoxdur baba. Dedilər, bir dənə baba olsun ki, orada təqaüdçülərə endirim var. Belə bir klip. Özdə bizdəkilər də biraz aktiv nənələrdir. Söhbət nədən gedir? Onların aşçı vaxtlarının təşkilindən. Yəni, niyə ki, bu insanlar qoy xoş qocalsınlar da, belə. Orada bir dənə baba gətirmişdilər, özləri aktyor. Baxdın ki, bunların əksəriyyəti dul xanımlardır. Nə bilim, bir qayğıdan kənarda olan var, belə də var, neysə. O qədər onlara xoş idi ki, o qədər o babanın orada olmağı onlara xoş idi ki, amma rayonlarda olan ahıllar mərkəzində deyirlər, onlar mərkəzə ən çox bir-birlərini elə görmək üçün gəlirlər. Onlar bir-birindən tanış olmaq üçün gəlirlər. Bəzənlər, düzənirlər orada. Nənələr. Nənələr, hə, rayonlarda var, bəli. Amma qadındır da. Baxın, inanırsınız, o baba oturmuşdu, doğrudan da burada deyil, çox simpatikli də bir babaydı, Yaraşıqlı. yaraşıqlı bir babaydı. Və hamısı istəyirdi ki, onun ətrafına, yəni bu yaşdan asılı deyil də. Var, sabahları o baba həqiqətən ailə qurmaq istəsə, içindən biri çıxıb deyə bilər ki, var orada. Məsələn, 81 Mən yaşında... sizə bir söz deyim, Azərbaycanda çox tanınmış bir adam, biz onunla birgə idik. O söylədi ki, onun anası rəhmətə getdi. Söylədi ki, Könül xanım, inanırsınız, atam təkdir. Yaşlıdır da, çox istəyirəm onun yanında bir nəfər olsun, onun qulaq yoldaşı olsun. Və mən özüm ona, o xanıma dəstək olaram. Belə baxdım, dedim, illər öncə
Mənim anam rəhmətə gedəndə, anam Allah cavan rəhmət rəhmətə eləsin. gedib 50 yaşında. Atam da Allah cavan rəh- idi. 55 yaşı var Məkanlar idi. cənnət Yaşından da olsun. cavan görünürdü. Üstündən o dünyadan köçəndən sonra üstündən bir 5 ilə yaxın vaxt keçdi də, bir 3-4 il zad belə. Qohumlar mənə dedi ki, o tək olmasın da. Sözüncə biz biraz qısqanclıqla yanaşdıq ki, anamız yəni ola bilməz. Amma yenə də hər şeyə rəğmən getdim atama dedim ki, ata, əgər istəyirsənsə kiminləsə evlənmək, evlənə bilərsən. Biz yəni etiraz eləməyəcəyik. Atam belə diqqətlə baxdı, dedi sözünüz qurtardımı? Mən də həmin günü iclas eləmişdim evdə. Qardaş, bacı hamımız yığışmışıq ki, bu söhbəti açaq. Bilmirik, inarsa hər şeydən danışırıq, məsələyi keçə bilmirdik. Nəhayət keçdiyi sözümüzü dedik və bununla da söhbətə nöqtə qoyuldu. İllər keçdi. Atam anamsız 21 il yaşadı. O illər ərzində o heç vaxt ümumiyyətlə o söhbətə qayıtmadı və heç vaxt da belə necə peşmançılıq eləmədi ki, mən niyə evlənmədim. O hər zaman deyirdi ki, o məni başa düşən, hər sözümlə, hər kəlməmlə, baxışımla məni başa düşən qadın idi. O ikinci elə bir qadın yoxdur. İndi o özünün ona olan sevgisidir, bağlılığıdır. İllərdən sonra özümdə dedim ki, gərək o vaxtı mən atamı məcbur eləyərdim. Dedi ki, oxum, Amma sonra da deyirəm ki, axı bu özü də istəmədi. eyni bir hal. Bayaq bir xanım sözdür də, ahıl yaşı neçə yaşdan hesab olunur? 70. 70. Mənim atam 75 yaşında rəhmət. Demək ahıl idi artıq. Bəli. Amma biz onu bir gündə tək qoymadıq. Bir gün belə tək Nə qoymadıq. qədər tək qoymasaq da, bax, Könül xanımın dediyi məsələnin eynisi bizim öz qohumumuzda başlayır. Deməli, qohumumuz rəhmətə gedib ana, 50 yaşında və 2 gəlini var idi. Çox da yaxşı baxırdılar qaynatıya. Baxırdılar. Onun qızı xarici ölkəyə köçəndə özü getdi atasını evləndirdi. Dedi ki, mənim atam biraz, indi bizim axı yaşlı nənə babalarımızda da biraz abır həya var ha. O ən çox da bizim nəsillərə keçən nümunə odur da. Nənəsən, babasan, sən ağsaqqal olmalısan, düzgün ağbirçək olmalısan. Dedi, mənim atama fikir verirəm ki, oğlu gildə istəyir yuyulsun, istəyir yemək yesin, utanır. Gəlinə ikinci dəfə özünə aid olan paltarların özü yuyur, xəlvətcəni. Dedim, mən rahat getmək üçün mən atama, ondan sonra həmin xanımdan 20 il ailəli oldu və o ailə qurandan 1 il, 2 il sonra o ürək xəstəliyi, ürək tutmasından əziyyət çəkirdi. O xanım o qədər gözəl baxdı ki, onun qızı bugün də deyir ki, ata indi rəhmətə gedib, 20 il yaşadı o xanımla. Deyir, nə yaxşı ki, mən bu addımı atmışam. Bəs xanımın aqibəti necə oldu? Bax, Necə? o maraq. Xanımın aqibəti necə oldu? Xanımın, Xanımın Yaxşı, xanım durur, hal-hazırda Yo, yaşayır. bildim, o ailə ilə yaşayır, həmin evdə yaşayır. Həmin uşaqları var ha. Ona elə ürəkdən nə deyirlər ki, nəvələrim deyə deyir. Elə ailələr var. Çox istəyirlər. O vaxt mən də dedim ki, ata, biz onu özümüz ana deməyəcəyik, amma bunu özümüz kimi qəbul eləyəcəyik və Allah eləməmişsə bir şey də olsa mən onu atmaram. Mən onu elə evdə saxlayaram. Elə bir ki, hətta mənə deyirlər ki, yaşlı insanların evlənməsi burada sevgidən çox qulaq yoldaşı, Bəli. ünsiyyətdə olsun, onun yanında olsun. Hətta bilmirəm, indi siz onlarla daha çox işləyirsiniz də. Deyirlər, yaşlı insanlar, qocalar, hətta bir fincan çayı o həm söhbəti ilə içəndə ondan biraz da qidalanırlar. Belədir, ruhları qidalanır. Könül xanım elə Təbii gözəl ki. mövzulara toxunur ki. Bax, orada bizim ahıllarımızın içərisində eləsi var ki, etiraf eləyir ki, mənim illərlə ürəyimdə qalan sirrim var idi ki, bacıma da deyə bilməmişəm qızım, amma burada deyirəm. Özləri öz yoldaşlarına, özləri şəxsi imkanı. Özlərinə rəfiqələr tapırlar. Bəli, rəfiqələr tapır. Hamısı qruplaşmadır. Amma bu o demək deyil, biz qocalarımızı, böyüklərimizi atmalıyıq. Biz Yox, əlbəttə ki, yox. Valideynlərini unudanlara, valideynlərini atanlara, gedib hardasa kef çəkim, bir dəfə yadına düşmür ki, anam hərəkət eləyə bilmir, anam qonşuya deyir, kimlərəsə o sosial yardım göstərən adamlar ki var, gəlir, Sosial Müdafiə Nazirliyinə. Bəli.
Onları gözləyir ki, nə vaxt gələcək 2 dənə çörək alacaq mənə. Amma mən gedim özüm üçün kef çəkim, ayıb olsun həmin adamlara. Biz onları qətiyyən nə olur olsun dəstəkləmirik. Dövlət, şükür Allah, elə bir dövlətdə yaşayırıq ki, dövlətimiz uşaqlarımızı da qoruyur 0 yaşdan, yaşlılarımızı da qoruyur dünyadan köçənə qədər. Baxın, onlar üçün ev də var. Uşaqlar evi var, qocalar evi var. Amma bu o demək deyil, məni dünyaya gətirən ana, məni yaradan atanı mən sabah əlim, qolum işə çatsın, özlüyüm üçün yaşayım. Hə, sən artıq mənə lazım deyilsən, getdin, dövlətin qocalar evi var, get orada yaşa. Xeyr. Böyüksüz Allah heç bir evi eləməsin. Amma bilin, siz nə qədər valideynlərinizə qarşı elə olursanız, sizin öz övladlarınız sizə qarşı elə olacaqlar və sizin heç vaxt qazancınızın ruzusu olmayacaq. Sizin işığınızı dövlətin verəcək, evinizə girəndə işığı yandıracaqsınız, amma lampanız sönəcək. Bilin, süfrə açacaqsınız, çörəyiniz çatmayacaq, onu bilin. Yəni, böyüksüz mümkün deyil. Böyüklərə dəyər verməyə lazımdır. Mən anama, atama etdiyim o sevgini, verdiyim o sevgini, etdiyim hörmətə heç bir kənar adam isti yanaşacaq, amma o sevgini verə bilməyəcək. Bu 2 vur 2 bərabərdir 4. Bu belədir. Nə qədər də siz hansısa bir yaşlı anaya, ataya nə qədər də isti münasibət eləsəniz, inanın mənə, o övladının sevgisini axtaracaq. Əlbəttə ki, xanım, onsuz da bizdə olanlar övladlarının diqqət göstərdiyi analardır ki. Bu aydındır. Bəli, onlar ona həvəslə, ayağını soyundurur, işə gedəndə anasından rahat olur. Yəni, bu laqeyd olan bu övladlar deyil. Bunlar bir tam başqa bir məsələdir. Bizdə olanlara mən baxıram, deyirəm ki, ay Allah, görəm mən də o yaşa gələndə, məsələn, oğul, qız, onun ayaqqabısını elə səbirlə, biz qocalarla bağlı, ahıllarla bağlı danışırıq. Yəni, iki tərəfli danışırıq. Düzdür, bizim belə ahıl evlərimiz var ki, onlar gündəlikdir. Yəni, övladın vaxtı olmur, işdə olur, o gətirir, qoyur, el bu uşaq bağçası kimi. Amma eləsi də var. Amma elələri də var ki, atılıb illərlə yadır. Şöyle xanım, zəngi olur ki, eşidirsən ki, bu ana uzun illər vəzifədə olub. Oğlan, yoldaşı rəhmətə gedib, övladlarını elə çətinliklə böyüdüb. İndi onun, məsələn, qızı zəng eləyir. Sizdə yatılı yoxdur. Hə, mən axşam işdən yorğun gəl. Bəs ana yorğun olmayıb vaxtında sənin əziyyətlə. Axşam işdən yorğun gəlirəm. Onun da o qədər mənasız sualları məni yorur. İnansız adam həyata nifrət edir. Sonra belə bir hal var, çox gözəl bir layihədir. Himayədar ailə modeli var, layihəsi var. Sosial Xidmətlər Agentliyinin çox gözəl bir layihə modelidir. Nədir bu? Məsələn, bir ana, yenə deyirəm, övladı yoxdur. Öz evin keçirdiyi, məsələn, qardaşı oğlunun, bacısı oğlunun və onun adına və ondan çox laqeyd münasibət görür və siz demiş, indi imtina edir. Və himayədar ailə modeli odur ki, himayəsinə bir övlad götürür və siz demiş, onun yanında ana-bala kimi onlar yaşayır, çox gözəldir. Çox gözəl bir modeldir bu danışdan. Çox uzun olar bu modellər. Və bu da bizim biraz yaşlı nəslimizin tək qalmamağının. Mənim övladım yoxdur. Varmı? İşləyirmi o model? Bəli, bəli. Ailələr götürürmü? Bəli, bəli, bəli. Elə bir ki, övladlığa uşaq götürən kimi. Hə, aydındır. Amma burada biraz məsələ fərqlidir də. Artıq o yaşlı həmin o himayəyə götürən ailənin evinə köçmür də yaşamağa. Həmin ailə köçür yaşlının evinə yaşamağa. Bəli, bəli. Amma o da bir yaş kateqoriyası var da, lap yaşlılara da aid deyil. İndi bir məsələ var. Bax, siz dediniz, bizim qonşuluqda bir rus qadın var idi, övladı da yox idi və o hansısa ailə ilə danışmışdı ki, bilmirəm, onlar onu sənədləşdirmişdilər, indi bilmirəm, mən dəqiqliklə deyə bilmərəm. Marina xala, onlar o ailə ilə danışmışdı ki, mən nə qədər yaşayıram, bu evdə yaşayacağam, tək yaşayacağam, amma mənə baxın, mən dünyadan köçəndən sonra isə bu evim, mülküm, hamısı sizə. Demək, imza atan kimi qapı dəyişildi o dəqiqə. Qapı dəyişildi. Yəni, bir növ onlar özləri üçün də hər şeyi hazırlayırdılar da, hissə-hissə, qapı dəyişildi. Ona görə, bax, onun bu layihə çərçivəsində
dövlətin nəzarəti altında olması daha yaxşı Bəli, olar, monitorinqlər təbii ki. olur və onun ən gözəli nədir? Onun övladlarımızın uşaq evinə düşməsinin qarşısı alınır. Uşaq elə bir özün ana qucağında hiss eləyir, ailə qayğısı ilə təmin olunur. Mən bilən hələ dövlət həmin ailəyə kompensasiya da verir də o uşağa baxılması üçün. Bir növ o məsələlərə düşməyin qarşısını almaq üçün çox Uşağı gözəl biz bir model. övladlığa götürdüyümüz kimi yaşlıları da biz analığa götürürük, atalığa Təxminən də götürürük. öz İndi cəmiyyət. Zahir müəllim, Yaşlıları yox. Yaşlılar, məsələn mənim 50-55 yaşım var. hə. Və mən hər hansı bir övladım yoxdur və övladım var. Bir qızım var. İstəyirəm qızım tək böyüməsin, ya tək olmasın. Və bir oğlum var, istəyirəm onun qardaşı olsun. Və müraciət edirəm, o övladları götürürəm, himayədar ailə oluram. Yəni uşaqların ailə qayğısında böyümür. Aydındır. Müəssisəyə Hə, düşür. biz əksinə Aydındır. anladıq. Hə, Bu ailədən tanış Zahir, olmaq belə bir maraqlı sual olar. vermək istərdim. Tənha qoca, yaşlı ana, ata fərqi yoxdur, qadın kişi. Bu insan təkdir, övladı da yoxdur. Müəyyən dövrəcən yaşayıb, indi artıq həm təklikdən qorxur, var da, elə mən özüm də təklikdən qorxuram, açığı deyim. Təklikdən qorxur və deyir ki, məni qocalar evinə yerləşdirin. Və yaxud bunun övladı var. Amma övladlar buna baxmır, incidir, əziyyət verir onlara, deyir ki, məni qocalar evinə yerləşdirin. Bu adamın adında evi var və eyni zamanda təqaüd də alır. Bu lap tənhadırsa, qocalar evinə gedirsə, orada yaşayırsa, onun təqaüdünü kim alır və bundan qalan ev, övladı məsəl üçün yoxdur. Ya evladı olsa, əgər atılıbsa, onda ev kimə qalır? Lap belə atılmayıbsa da, yəni belə deyək də, atmayıb, sadəcə olaraq atası ilə yaşamır, deyir gedib ayrı yaşayıram. Təşəkkür edirəm. Həqiqətən də maraqlı sualdır, amma adətən belə hallar olmur. Niyə? Çünki evi olan valideyni övladlar aparıb ahıllar evinə, qocalar evinə qoymur. Ən azından evi olduğu üçün. Ona Ev görə onun adına olduğu üçün. Ev atanın. Var. Hə, yox, əksər hallarda. Aha. Yəni belə hallar olur qeyd elədiyim kimi, amma az olur ki, qoymur. Ona görə valideynlərə tövsiyə edirəm ki, evi əvvəlcədən tələsib Övladın adına keçirməyin. kimi Bəli, Çünki biz təcrübədə belə halın tez-tez Onu yaxşı rastlaşırıq. tövsiyə edirsiniz, Bunu tamamilə. artıq bax 3-cü dəfədə ona görə altından xətt çizərək deyirəm. Bu birinci məsələ. İkinci məsələ, belə bir hal olursa da belə ki, ya övladı yoxdur və yaxud da övladı var, təbii ki, o mülkiyyətçidir, tək yaşaya bilmir, övladı da ona baxmırsa, ahıl yaşda olduğu üçün o qocalar evinə gedib yerləşə bilir. Amma onun mülkiyyət hüququ qanunla qorunur. Əgər özünün fiziki cəhətdən, əqli cəhətdən və s. buna imkanı yoxdursa, hansı reabilitasiya mərkəzi deyək, nə bilim ahıllar evində deyək qalırsa, onlar məhkəmə qaydasında həmin himayəçiliyə götürə bilirlər, qəyyum təyin olunurlar daha doğrusu, həmin o yaşlı adama. Artıq həmin mənzil üzərində sərəncamı da həmin qəyyum verir. Yəni, deyək ki, misal üçün də bir sayılı Bakı Qocalar evi, misal üçün. Artıq qəyyum ola bilir və əmlak üzərində də sərəncamı verə bilir. Təbii ki, qocalar evində yaşadığı üçün həmin o təqaüd kartı da artıq belə deyək də vəsait də qocalar evinə keçir. Orada bütün yaşlılara eyni qaydada eləcə də şəxsin özünə sərf olunur. Eyni zamanda da bir vacib vurğuladığım məqam. Həmin qəyyum orqan məhkəməyə müraciət edib, hətta o yaşlı adamın övladları varsa, onlardan aliment də tələb eləyə bilir, məhz maddi cəhətə yardıma ehtiyacı olan valideyn üçün. Ev də təbii ki, ya əvvəlcədən şəxs özü sərəncam verə bilər, bağışlaya bilər, vəsiyyət edə bilər həmin orqana və yaxud da qəyyum təyin olunubsa, qəyyumu ya özü tərəfindən həmin övladları yaşlı atanıya sahib çıxmadığı üçün ləyaqətsiz vərəsə elan oluna bilərlər ki, barəsində az öncə biz danışdıq məhkəmə qaydasında ki, ləyaqətsiz vərəsə elan olunsa, miras paydan məhrum ola bilər. O söz məni bayaqdan beynimi elə bil o içində elə bilən bir böyük ləyaqətsiz vərəsə bir ağır sözdür. Tapıntı tapmışam ki, bizə müraciətlər çox olur. Mən 1-2 ildə Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsində İctimai Şuranın sədr müavini olmuşam. Onda da çox müraciətlər gəlir. Faktikdə qadın təşkilatı olaraq da. Həmişə o deyirdi, mən övladlıqdan çıxartmaq istəyirəm.
çıxarda bilmirəm. Amma siz dediyiniz o ki, titul var, ləyaqətsiz övlad titul. vərəsə. O hər bir şeydən ağır bir addır. Baxın, ləyaqətsiz vərəsə kimlər elan oluna bilər? İstədim o sualı verim sizə. Şəxsə qarşı cinayət törətmiş. Ağır, az ağır, xüsusilə ağır cinayətlər törətmiş, yəni deyək, nə bilim, xəsarət yetirmiş. Şəxsə qarşı ləyaqətsiz addımlar atmış ki, burada çox şey ola bilər. Ağlınıza gələn ləyaqətsiz addım ola bilər. Fiziki, mənəvi, hətta psixoloji addımlar ki, amma bunlar hamısı öz təsdiqini tapmalıdır. Şəxsi deyək ki, misal üçün var idi mənə müraciət bu yaxınlarda, amma orada artıq ana Ən gecikmiş. ağır təcrübənizdə olub, yoxsa eşitmisiniz? Ən ağır hansı işi görüblər valideynə qarşı? Fiziki zorakılıq, bıçaqlanma hadisəsi olduğunu Dəhşət. görmüşəm. Sonra evi bağlayıb evə qoymayan görmüşəm. Kravata bağlı, çarpayıya bağlayıb, işə gedir ki, mən gedəndən sonra durub qaçmasın. Amma ata rəhmətə gedib, ailələr bir 10 il, 8 il bundan qabaq belə bir cinayət hadisəsi olub. Yəni bir otağa məhkum eləyən görmüşəm. O müraciətlər əsasında. Həqiqətən onlar elə ləyaqətsiz vərəsətlər. Əvvəldən qeyd elədim. Bu yox. Və yaxud da özü ola bilər ki, adam ləyaqətsiz adam olsun, ictimaiyyətdə, cəmiyyətdə öz əməlləri ilə öz valideynin adına bir ləkə gətirmiş olsun ki, bu da ləyaqətsiz vərəsə elan eləmək üçün əsasdır ya. İndi bir sual da verim. O yaxşı, biz övladlardan danışdıq, keçək valideynlərə, yaşlılara. Elə misal üçün ata var ki, və yaxud elə ana var ki, bu insan konfliktsiz yaşaya bilmir. Bəli, Bu insan yaşadığı ömür də hamıya pislik eləyib. Deyir, nə tökərsən aşına, o da çıxar qarşına. Yəni, bu insan elə necə olubsa, yaşlı dövrünə çatıb, yenə də pisliyindən qalmır. Aydın məsələdir. Yəni, biz hər şeyi bu cavanların üzərinə atmayaq da, bu tərəfə var ki, İndi bu gün mövzumuz ahılları idi da. Amma pislik özü də bir nisbi anlayışdır da. Ola bilər ki, mənim hansısa əməlim sizə xoş gəlsin, nə bilim, sizə pis gəlsin da, pislik də bir nisbi anlayışdır, mütləq demək olmaz. Amma həmin pislik yenə də nəticə etibarilə şəxsin adına ləkə gətirirsə, övlad özü də valideyni barədə ləyaqətsiz vərəsə elan olunmaq üçün məhkəməyə müraciət eləyə bilər. Misal üçün, var idi bir ailə, mən xatırlayıram, hətta mən həmin vaxtı demək qonşuluqda idi və tələbə idim. Hələ hüquq fakültəsində oxuyurdum, xatırlayıram. Amma oxuya-oxuya paraleldə işləyirdim. Mən getdim bunu işdən də belə deyildi, o vəkil yoldaşlardan da soruşdum. Demək, mən qınadım əslində. Adam yaşlanmışdı, içki alüdəçisi idi. Oğlanları, övladları onun üçün müalicəyə cəlb eləmək istəyirdilər, cəlb eləyə bilmirdilər və deyirdilər ki, ayata, xahiş edirik, biz içkini sənin üçün alırıq, çöldə içmə. Gəl evdə iç. Evdə iç, neynirsən elə, döy, söy, bağır, çağır, neynirsən elə, amma evdə iç, gəncliyindən içki alüdəçisi olmuşdu həmin şəxs bildiyim qədərilə, amma yaşlananda bu daha da belə deyək də, bir pis vüsət almışdı da. Ki, hər kəs gəlirdi, deyirdi ki, atovu gördüm, filan yerdə yıxılıb qalıb, atom filan. Dəhşət. Onlar aparmışdı həmin şəxsi, atalarını belə deyək də, qocalar evinə yerləşdirmişdilər. Amma bu halda belə, amma bilirsiniz də, heç kim müayinəyə, reabilitasiyada məcbur edilə bilməz də. Yəni, şəxs qocalar evində qalmaq istəmirsə, heç kim də onu məcbur ora qoya bilməz. Özünün bir istəyi, bir razılığı olmalıdır və yaxud da bu reabilitasiya mərkəzi olsun, digər sosial xidmətlər müəssisəsi olsun ki, özünün razılığı qoyuldu. Amma ola da bilərdi ki, tutalım da razı deyil və cəmiyyətdə o övladının adına xələl gətirir, nüfuzuna xələl gətirir. Bu halda o mümkündür ki, valideyn də ləyaqətsiz vərəsə elan edilsin. Amma çox istəyərəm ki, belə hallar
arzu olunmaz halda da olmasın. Ümumiyyətlə nə valideyn üçün, nə övlad üçün. Zaur, yəqin yadınızda olar, Aynur xanım ilk dəfə də bizim efirdə iştirak edir. Çox xoş oldu. Bizə müraciət edən şikayətçilər ki var, onların içərisində Gədəbəydən olan bir baba var idi, canlı efirə zəng eləyirdi. Hə, qocalar evinə yerləşdirir. Ay sağ ol, qocalar evinə istəyirdi. Yadımda. Üst-üstə zəng eləyirdi hər gün. Təsəvvür edin, telefon məndə olurdu. Evdə otura bilmirdim bu babanın əlinə. Zəng edir, qızım, qadan alım, baxıram sənə. Məni bir dənə yerləşdir, mən tək yaşaya bilməm. Mən artıq başa düşdüm ki, o qorxurdu. O bizim efirdən sonra. O baba üçün. Amma bunu da qeyd eləməliyəm Aynur xanım. O babanın övladları var idi. Bəli, iki oğlu. Maddi cəhətdən hər hansı bir çətinliyi yox idi. Amma iki oğlu Rusiya Federasiyasında yaşayırlar. Dediniz, xatırladım. Ona həqiqətən ya bir həmdəm lazım idi. Bir qulağı yoldaşı, yəni o kişini evləndirmək lazım idi. Ya da, bax Aynur xanımın o rəhbərlik elədiyi o təşkilat ki var, o gün arzı mərkəzləri deyirsə. Ya da orada elə bir layihə olmalıdır, elə bir mərkəz olmalıdır ki, səhər ora geçsin, axşam gəlsin. Demək, Aynur xanım, bizim proqram efirə gedəndən sonra Gədəbəydə bütün qonum, qonşu, qohum, əqrəbə deyib ki, bəs ay ağsaqqal, səndən danışırlar, bizim rayonun adını çəkirlər, kəndin adını çəkirlər və sən də qoşulmusan efirə, danışırsan. Bəs sənə nə lazımdır? Qonum, qonşu hərə bir yandan gəlib ki, sənə nə lazımdır? Deyib ki, qoy deyək oğlu var. Deyib, yox, oğluma deməyin, onsuz da onlar gəlməyəcəklər, onların ailələri zadı oradadılar. Bizə axı Dünya televiziyasına dünyanın dörd bir tərəfindən baxırlar. Demək, bunun oğlu oturub efiri izləyirmiş. Buna da deməyiblər. Oturub üzərinə baxıb görüm ki, atası danışır. İlahi, o zəng elədi mənə. Deyir, Könül xanım, biz onu atmamışıq. Sizdən xahiş edirəm, onu canlı efirə qoşmayın. Dedim, problem deyil. Amma siz onu tək qoymayın. Bizim istəyimiz odur ki, bu adam mənə səhər gün, orta axşam zəng edir. Biz deyirik ki, onu bir yerə yerləşdirək və yaxud da siz gəlin onun yanına. Ya da bunu götürün bu atanıza, aparın öz yanınıza. Deyir, gəlmir. Kim mənə zəng elib? Oğlum baxıb, mənə nələr dedi? Deyir, sən niyə zəng eləmirsən? Bəs mən neyniyim? Mən deyir ki, gəlib səni aparacam. Mən orada neyniyəcəm deyir. Sabah öldüm, oradan burada gətirmək məsələsi. Bir tərəf baxanda kişi haqlıydı. Yəni, yaşlı adamdır. Deyir, niyə mən onlara yük olum? Bax, burada Zaur bəyin dediyi söz yerinə düşür ki, həqiqətən də elə adamlara qulaq yoldaşı lazımdır. Çox. Baxın Zaur bəy, o qədər müraciət var. Biz bu dəqiqədə izləyici sayımız daha çoxdur. Görürsən ki, nə qədər ehtiyac varmış. Yazırlar. Xarici ölkədə yaşayıram, anama dayə tutmuşuq, amma yenə sosiallaşmır. Kamera ilə baxıram, dayə neynəsin, cavan qızdır, əlində telefon. Anam ancaq dərman verir, yatır. Onlara danışmaq lazımdır. Anamın, biri bizdə var, qızı deyir ki, anamın baxışları dəyişib bura gələndən. Halbuki biz nələr eləyirdik də onun üçün. Bu halların qarşısını almaq üçün də, bax, o kişinin, bəlkə də oğlanlar ona hər bir pulda göndərib, hər bir şəraitdə qurur. Onlara öz yaşıtları lazımdır. Bax, söhbət bundan gedir. Məsələn, bir ana yığıb məni, o mesaj var, o mesajı sizə yönləndirərəm, bəlkə bir hüquqşünas kimi ona münasibət bildirin. Yazır ki, mən gəlməsəm, ona yatılı istəyir. Mən gəlməsəm, mən qızımın əlində öləcəm, qızım məni öldürür. Baxa bilmir. Qızım məni öldürür. Baxa bilmir, ayrıdır. Öldürür deyir qızım. Baxmır, qəsd edir, qızım, belə də. Sonra bir ana var, özü ərzə yazır. O qızına da onun övladı elə olacaq. Baxın, mən ona nə cavab verim? Bizə yatılı yox, burada ağlı başında olan insanlardır, biraz səhhətində problemi yaşanan insanlardır. Çox belə müraciət. Allah, belə halda, belə yerdə həmişə çox şükür edirəm ki, nə yaxşı ki, Azərbaycanda çox ciddi şəkildə işləyən hüquq mühafizə orqanları var. Əks halda inandırım sizi, mümkün olmaz. Yəni mən ona dedim ki, hüquq mühafizə orqanlarına müraciət edin. Hüquq mühafizə orqanlarına dedim, o sualın cavabı yox. Dedi, əgər mən harasa yerləşməsəm, mən intihar eləməliyəm. Mən dedim, hüquq mühafizə orqanlarına. Onda artıq proqramımız da sona yaxınlaşır. Yaxınlaşır deyəndə artıq bitirməliyik. Əgər hansısa, Zaur, əgər hansısa yaşlı bir insan zorakılığa məruz qalırsa, yəni ailə daxili, illər öncə bizə müraciət edən əməkdar idman ustası var idi, futbolçu.
və biz onu çəkmişdik, bir ayağı da amputasiya olmuşdu. Siz təsəvvür edin ki, onun oğlu onun başına açmadığı oyun qalmadı. Biz onu efirdə, özü gəldi ərizə ilə efirə çıxdı. Hətta sonralar onun oğlu məndən də belə şikayət elədi. Amma nəyə şikayət eləyəcəkdin, nəyə? Ki, Könül xanım onu niyə efirə çıxardıb, onun icazəsilə. Yəni biz məcbur eləyib çıxartmamışıq ki, o özü gəlib, yazılı şəkildə müraciət edib çıxartmışdıq. Və sonda o adam da öz cavabını aldı. Yəni qanun çərçivəsindəki sən atana qarşı belə hərəkətlər eləmisən, iti üstünə salırdı, eləyirdi, kişi itdən çəkinirdi. İğrənirdi. İnsandır da, adam var, qəbul eləmir. Yaşlı adamdır, bir ayağı yoxdur. Yəni siz doğru söylədiniz. Hüquq mühafizə orqanlarımız var. Hansılar ki, gecə və gündüz işləyirlər. İş yeri qaynar xəttlərimiz var. 24 saat ərzində onlar işləyirlər. Qaynar xətt var. Hörmətli yaşlı nəsli nümayəndələr, əgər ailə daxili hansısa bir zorakılığa məruz qalmısınızsa və yaxud elə kənardan da kimsə sizi incidirsə, düzdür, onlar hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Qaynar xəttə müraciət edə bilərlər. Və ən vacib məqam, burada Aynur xanım da dedi, siz də mən də danışdıq, ən vacib məqam notarial hərəkətlər zamanı əmin olmadıqları, güvənmədikləri, oxumadıqları, bilmədikləri heç nəyə imza atmasınlar. Atmayın. Lazımdırsa, əgər onlar buna məcbur olunursa, elə notariat kontora gedəndə notariusa bu barədə məlumat versinlər ki, notarius özü də dərhal lazım tədbirlər görüb, hətta lazımsa... Təşəkkür. Sonda sizi dinləyək. Nə çağırış edərdiniz? Çoğunluğa belə bir çağırış edərəm. Mən gənclərimizə çağırış eləmək istəyirəm ki, bizim yaşlı nəsil bizim tariximizdir. Onlar bizim cəmiyyətimizin ən ali təbəqələridir. Onlar olan yerdə ruzi bərəkət var. Onların nəsihətləri, düzgün məsləhətləri, böyüklərinizə sahib çıxın. Ata-babalarınıza, hətta nənə-babalarınıza diqqətlə qayğı göstərin. Çünki özünüz də vaxt gələcək nənə-baba atan olacaqsınız. Təşəkkür edirəm. Çox sağ olun. Sizə də təşəkkür edirik. Çox sağ ol. Zar, təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Təşəkkür edirik belə bir mövzuya toxunduğunuz üçün. Hörmətli izləyicilərimiz, artıq bizə ayrılan efir vaxtı sona çatır. Saatlarımız da onu göstərir ki, biz sizinlə sağollaşmalıyıq. İnsan həyata bir dəfə gəlir, bir dəfə gənc olur və qismət olursa, bir dəfə də qocalır. Bugün sən varsansa, onda səndən böyük olan nəslə təşəkkür eləməlisən. Çünki onlar olmasaydı, sən də olmazdın. Bugün onlara hansı münasibəti göstərirsənsə, bil ki, sabah həmin münasibət sənə olunacaq. Özünüzə hörmət edin, doğmalarınıza, böyüklərinizə hörmət edin. Sevgi olan yerdə heç bir çətinlik olmur. Diqqətinizə görə təşəkkür edirəm. Üz-üzədəydiniz. Hələlik.